Axşamın xeyir. Hər vaxtın xeyir Aziya, hər vaxtın xeyir. Necəsən qardaş? Aman nə? Çox sağ ol əzizim. Sən necəsən? Sağ ol, yaxşı olasan. Nəhayət axı bu böyük buluşma baş tutdu. Hə, vallahi üzürlü sayı mən çox ekstremal bir hadisə baş verdi. Gözlənməyən hadisə baş verdi. Ona görə belə gec oldu. Yoxsa ondan bir də fikrim var idi ki, yayım açım. Yox, bildim, problem yox idi əslində. Prost yəni bir boyalası gecikdin, yəni ona görə mən də uşaqlara çoxsuna demişdim ki, yəni izləsinlər də onlar da biraz hansı çaş-baş qaldılar ki, bəs saat 11-də falan filan olmalıdı ona görə. Hə, olsa adam məndə 112 nəfər var. Hə, yox, yəni burada elə də çox adam yoxdur. Burada bayaq var idi 20, 26, 27 nəfər var idi. Haqqısa yazdığımı oxuyuram mən bu. 26-27 nəfər idilər. Onlar da hamısı dağılışdılar. Çünki mən səni takib etməmişdim. İstəyə atmamışdım artıq oldu. İndi istəyə atdım. Hə, sən mən ona görə çıxmırdı sənin adın. Elə bildim ona görədir. Təxmin elədim ki, ona görədir. Neyə eləyək müzakirə yoxsa? Bu problem yoxdur qardaşım, problem yoxdur. Bizim Hə, dünən tanışdığımız kimi, yəni eyni mövzu üzərindən İslamda evlilik səhv eləmirəmsə, yaşı ilə bağlı müzakirə eləyəcəyik. hə, təbii. Yox, olmaz. Heç kimə ortaq yayıma qoşmuram. Muhteşem yüzyıl büyük buluşma. Nəsə. Deməli Raul, dünən söhbət oldu ki, İslamdakı evlilik yaşından danışacağıq biz. Və mən düşünürəm ki, sən təməl iki məsələni ələ alırsan. Bir, Talaq surəsi 4-cü ayə, əgər səhv eləmirəmsə. Bir də Peyğəmbərin xanım Ayşə ilə evlənməsi. Düzdürmü? Bəli, o da hədislərə baxarkən hədislərdən gəlir də belə. Tam orada yəni çünki Quranda yaş keçmədiyi üçün o əslində hədislərdən gəlir, amma bəzi rəvayətlər məsələn 14-16 yaş göstərir, amma əsası olan 9 yaş götürülür də səhih hədislərdən. Tamam. Onda istəyirsənsə, amma çox xahiş edirəm də, əgər müzakirə ediriksə, həqiqət namına müzakirə edək. Dəlili qəbul eləyək hər ikimiz. Razısan? Bəli, bəli, təbii ki. Bax görün mənim üçün qoyulan dəlillər hər birisi. Amma yəni bugünkü gün həmin dəlili mən də qəbul edirəmsə, bu mənim fikrimə yaxındırsa, yəni mən bunu ortaq olaraq görürəmsə, eyni şəkildə mənə görə də uyğundursa, mən bunu təbii ki qəbul edəcəm. Bunun hətta ötəsi Gözəl. yoxdur yəni. Çox gözəl. Onda buyur, mən səni dinləyirəm, mikrofonu bağlayıram. 3 dəqiqə, yəni İslamdakı o evlilik yaşında gördüyün problemlər haqqında danış 3 dəqiqə. Ondan sonra artıq belə müzakirəyə başlayaq inşallah. Bax, bu gün problem yoxdur. Ümumiyyətlə mən bir tərəfli danışmayacağam da, ümumi İslam anlamında deyəcəm ki, İslam bugünkü gün şəriət hökmləri ilə, şəri hökmlər adı altında idarə olunan ölkələrdə də, bugünkü gün hətta İslamın təməlində də bu cürlə ixtilaflı olan mövzular, bugünkü gün ziddiyyət yaradan mövzular içərisində İslamda evlilik, İslamdakı uşaqların, az yaşlı uşaqların ərə verilməsi və bugünkü günə bu həqiqətən də öz nətər deyim, əksini tapması. Bunu yəni mən özümdən demirəm də, bunu video kadrlarda var, az yaşlı uşaqların evlənməsindən də bağlı. İndi Azərbaycanın konstitusiya qanunları buna zidd olsa belə, şəri hökmlər adı altında idarə olunan dövlətlərdə bu belənsinədir ki, uşaqlar 9 yaşına çatmış, heyz halı görmüş, yəni rəşd olan bir uşaqları, bugünkü gün yetkinlik yaşı görmüş uşaqları ərə vermək məqbul sayılır. Bunun yəni ki, əlavə bir ziddiyyətini görən mən bugünkü günü konstitusiya bu qanunlara ziddir və bugünkü günü bir yetkinlik yaşına çatmamış bir uşağın ərə verilməsini mən yenə deyirəm, tamamilə zidd görürəm. Heç bir şəkildə də bunu qəbul eləmirəm. Niyə qəbul eləmirəm? Çünki bu uşağın hal-hazırda heç bir şəkildə 9 yaşında, çox da ki bu heyz halı görür bu uşaq. Yəni bir uşağı saxlamaq gücünə malik deyil, çünki hələ əqli tam formalaşmayıb. Heç bir şəkildə bu onu idarə edə bilməz. Ümumiyyətlə bunun hələ əqli düzgün formalaşmayıb qardaşım. Yəni bunun əlavəsində də ki, yəni hər tərəfli mən deyə biləcəyim mövzular var ki, indi qoy biraz açılsın, mən sənə tam dəlili ilə deyəcəm. Bugünkü gün onu da gətirib yaslayırlar ki, Ayşənin 9 yaşında evlənməsinə. Bəli, bu da Səhih Buxarıdan gəlir. Bunu mən özümdən yazmamışam, sən bunu özündən yazmamısan. Bu belənsəsə də bu və bunun İslamın bütün məzhəbləri səhih hədis olaraq qəbul edilir. Allah, gözəl. Səndən iki şey soruşmaq istəyirəm, fikrimi dəqiqləşdirmək üçün. Birincisi, az yaşlı deyəndə yaş limitin hara qədərdir, onu bilmək istəyirəm. Az yaşlı deyərkən, yəni həddi buluğa çatmamış, əqli formalaşmamış.
Yəni Yəni mən bugünkü gün 18 yaşındasa, hətta 18 də mənə görə tam formalaşmış bir şəxsiyyət fərd olaraq sayılmır. standart 18 götürək də onda ortalama. Aha. 18 yaş. İkinci sual soruşmaq istəyirəm səndən. Sənin üçün yetkinlik yaşına çatmamış qızın evlənməsi problemdir, yoxsa cinsi əlaqədə olması? Evlənmək zaten sənə görə necə sayılır? Yəni evlənərkən Yəni cinsi biri var əlaqədə olması. evlənmək, cinsi əlaqədə olmaq. Biri də var ki, sırf evlənmək. Sənin üçün hansıdır o problem? Zaten qardaşım, evləndikdən sonra cinsi əlaqədə olmağı zərurətdir yoxsa yox? Yox, onu bildim. Biri də var deyirəm. Bir var evlənmək, biri var evlənmək. Biri də var evlənmədən cinsi əlaqədə olmaq. Sənin üçün o Bu problem təbii ki, hansıdır? mən təbii ki, bunun tamamilə əksinəyim. Yəni mən bugünkü gün bunu heç bir şəkildə qəbul etmirəm. Amma yəni ki, bəli, hardasa yəni evlənməyə bugünkü günü məqbul tərəfindən baxarsansa, ki buna qəbul olunan şəkildə baxarsansa, bu da ümumiyyətlə qəbul olunmur. Çünki yəni bu mövzunun nöqteyi nəzəri gəlib cinsel bir əlaqənin üzərinə yaslanır. Çünki bir uşaq ailə həyatı qurubsa, bir münasibət varsa, orada təbii ki, cinsel ilişki də olacaq və bu zərurətdir. Orası aydındır. Bax, sualı bir də verirəm. Sənin üçün evlənmədən də cinsi əlaqədə olması yetkinlik 18 yaşına çatmamış qızın problemdir ya yox? Əlbəttə ki, problemdir, təbii ki. Tamam. Onda bax, gəl bir şey dəqiqləşdirək də. Bax, deyirsən, İslam ölkələrində azyaşlı qızların evlilik məsələsi var. Düzdürmü? Bəli, var. Pakistanın özündə bu belə də çox geniş Bəli, yayılmış bəli. şəkildə. Yəni, İslam ölkələri deyəndə bunlar İslam demək deyil. Sadəcə olaraq özlərinə bu adı qoymuş və şəriətlə idarə olunduqlarını iddia edən ölkələrdir. İndi bax burada toplumun daha çoxluq təşkil etdiyi, İslamı qəbul eləmiş insanların toplumun daha çoxluq təşkil etdiyi ölkələr siyasətına gedir də, yəni bugünkü gün Pakistan. yox, orası təbii Azərbaycan da bu cürdür zaten. Çoxluq Bəli, müsəlmandır. bəli. Bosniya Hersegovina da bu cürdür, misal üçün İndoneziya da bu cürdür. Amma bir də var, sırf İslam ölkəsi. İslam ölkəsi Pakistandır, İrandır, Səudiyədir, Əfqanistandır. Mən bildiyim 4 dənə İslam ölkəsi var. Bilməm bəlkə başqası Bəli, varsa. teokratiya ilə idarə olunan, bəli, 4 dənədir. Hə, sırf şəriətlə idarə olunan. Bax indi mən demək istədiyim budur ki, azyaşlı evlilik və yaxud azyaşlı cinsi əlaqə ancaq və ancaq sənin dediyin İslam və ya müsəlman ölkələri ilə məhduddur, yoxsa dünyanın hər yerində var bu? Bax, geniş yayğın şəkildə deyirsənsə, bugünkü günü qeyri kağız üzərində çox ölkələrdə var. Bugünkü gün Skandinaviya ölkələrində də bu var, Avropa ölkələrində də var. Mən rəsmini deyirəm. Qeyri-rəsmi maraqlı deyil mənə. Rəsmi. Mən rəsmi şəkildə heç bir şeydə rastlamamışam buna. Heç bir hansısa, hər hansısa bir İslam ölkələrindən kənarda bu zid sayılır. Mən bilən onların konstitusiyasının hər birisinə. Amma sual verim onda. Belçika ilə Hollandiyada Avropanın mərkəzidir də bu iki ölkə, düzdürmü? Aha. Avropa ölkələrindən ikisidir. Belçika və Hollandiya. Cinsi əlaqəyə razılıq yaşı neçədir? Səhv eləmirəmsə orada 14 yaş nəzərdə tutulur. 14, çox gözəl. Deməli Avropada var bu şey. Düzdürmü? Az yaşlı uşağın cinsi əlaqədə olması. Bax, gör nə deyirəm. O sərbəst məslək olaraq bu insanı orada şəxsiyyət olaraq formalaşdığını düşündüklərindən yana bu belə nəsədir. Ha, onda deməli. Amma sən bugünkü günü bir ziya olaraq bunun əksini düşünürsənmi? Bunun əleyhini düşünürsənmi? Yox, mən indi deyəcəm, səbir ol. Mən öz düşüncəm, nə mənim şəxsi düşüncəm önəmli deyil bu. Yox, ümumiyyətlə deyirəm. Yəni sən laf tutalım ki, mənim bugünkü günü mən bilirəm mövzunun hardan gəlməsindən ki, yəni ki, İslam ölkələrindən kənarda da bunlar varmı, yoxmu? Varsa bəs bunlar bunu düşünmədilərmi? Mən də onu deyirəm ki, yəni sən bunu özün məqbul görürsənmi? Yəni bu sənin üçün normal şəkildə sayılırmı? Mən məqbul görmürəm o öz yerində. Mən sualım budur ki, deyirsən ki, Belçika və Hollandiyada qız uşağını fərd olaraq görürlər artıq və düşünürlər ki, bu yetişib buna və ona görə qanunda buna icazə verilir, düzdürmü? Bəli. Yəni onda sən bununla razılaşırsanmı ki, istənilən bir ölkədə, fərqi yoxdur, bu Avropa olsun, bu Əfqanistan olsun, əgər toplum qərar verirsə ki, bunun, məsələn, burada yaşayan qızın təfəkkürü, misal üçün 13 yaşında formalaşır və 13 yaşında fərd olur bu, onda bunun cinsi əlaqəyə girməsi və ya evlənməsi normaldır. Razısan bundan? Necə? Bir də təkrarla zəhmət olmasa. Mən dedim ki, Belçika və Hollandiyada cinsi əlaqə yaşı 14-dür. Dedim ki, bu ona görədir ki, orada 14 yaşında qız uşağı artıq fərd sayılır. Düzdürmü? Bu cür dedin də. Aha.
Aha. Və yəni Hollandiya və Belçika dövləti düşünür ki, artıq 14 yaşına çatmış qız sərbəst qərar verə bilər və bu onun öz azad qərarıdır. Düzdürmü? Bəli. Çünki onda Tamam. düşüncə formalaşmasını məqbul görürlər. Buyur. Çox gözəl. İndi mənim sualım budur. İstənilən bir ölkədə əgər dövlət qərar versə ki, mənim ölkəmdə yaşayan qız uşağı 14 yaşında yetkinliyə çatır və azad iradə ilə qərar verə bilir və fərddir. Onda istənilən ölkə buna icazə verə bilərmi? Məsələn 13 yaşında, 14 yaşında evlənsin. Yox, 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 yox. O toplum üçün keçərlidir, Aziya. O toplum üçün keçərlidir. Ha bu gün Yox, sən bax gör nə deyirəm. Biz mövzunu ümumiyyətlə danışarkən İslam ölkələri üzərindən danışırıq. Mənə yəni yenə deyirəm, Avropa ölkələrinin deyil axı. necə? Bu İslam ölkələrinə xas məsələ deyil axı. Niyə ancaq bunu İslam içində götürək? Çünki bunu rahat şəkildə yalnız və yalnız təbliğ eləyə biləcəkləri yer, yaslana biləcəkləri nöqtə İslam üzərindədir. Amma Hollandiyada bunu aparıb dinin başına bağlamırlar. Heç bir toplum ölkədəki evlilik yaşı standartından gedir. Söhbət dinlə nizamlanır. Niyə görə? Bildim. Çünki- Yaxşı, bəs nəyə görə? Tamam, nizamlanmırsa üzr istəyirəm. Bəs onda niyə az yaşlının evliliyini məqbul görürlər? Hansı səbəbdən məqbul görürlər? Bax, niyəsini deyim də, sən niyə görə yaş İslamla hesablanmır? Çünki İslamda evlilik yaşı deyə bir standart yoxdur, evlilik yaşı. İslamda var evlilik çağı. Yaşla çağ ayrı şeylərdir. Yaş odur ki, Sağ rəşdir. Yəni onlar yetkinlik yaşına çatmış uşağı yetkinlik rəş görürlər. Bəli. deyəcəm, səbirli olacaq. Bir var yaş. Məsələn, mən deyirəm ki, 18 yaşdan aşağı qızın evlənməsi olmaz, qadağandır. Bu yaşdır. Bir də var çağ. Deyirəm ki, misal üçün, fiziologiyası uyğun olmayan qızın, yəni o yaşda fiziologiyası uyğun olan yaşda olmayan qızın evlənməsi qadağandır. Bu artıq çağdır. İslamda çağ var, yaş yoxdur. Və məsələn Əfqanistan, Pakistan, İran, məsələn İranda evlilik yaşı heç də 9 yaş, 10 yaş deyil, fərqlidir. Əfqanistanda fərqlidir, Pakistanda fərqlidir. Yaş standartı Yaş standartı yox, gör nə deyirəm. Sən bugünkü günü onlar hansı nöqteyi nəzərdən götürürlər? Rəşd, yəni yetkinlik yaşına çatmış. Bir də var, bioloji cəhətdən formalaşmış bir uşaq. Bioloji cəhətdən formalaşmış, yəni nətər deyim, heyz halı görmüş bir uşağın artıq bioloji formalaşmış və yetkinlik yaşına çatdığını hesab etdikləri üçün az yaşlı uşağın evliliyindən orada qeyri-məqbulluq görsənmir. İranda 9 yaşında qızın evlənməsi qanunidir. İran konstitusiyasında. Bugünkü günü dini anlamda bəli. Yox, dini anlamda yox. Mən sırf konstitusiyanı soruşuram. İran konstitusiyasında qanunvericiliyində 9 yaşında qızın evlənməsinə icazə var. 9 yaşlı yəni uşağın evlənməsinə orada konstitusiya baxımından icazə yoxdur. Amma nəzərə alsaq ki, ölkə teokratiya ilə idarə olunur və bu orada məqbul görsənir. Yox. Zaten konstitusiyanı ölkəni idarə edən dini hakimiyyətdir də, düzdür? Və Bəli. konstitusiyanı təyin edən bunlardır. Və burada Bəli. onlar olmazı bunlar təyin edirlər və İranda 9 yaşında qızın evlənməsi qanunən rəsmi səviyyədə olmaz. Məsələn, buna bir dənə mən bildiyim Əfqanistanda. Niyə görə? Əfqanistanda da biraz barbar bir hakimiyyət var. Yəni sivil hakimiyyət deyil bu. Ola bilər ki, yeni qurulur, ola bilər ki, müəyyən ülfü məsələlər var burada. Bax gör nə deyirəm, ümumiyyətlə Əfqanistanı bura qatıq. Mənə görə yenə deyirəm, Əfqanistanda ümumiyyətlə qadınlara baxış bir tərəfli baxış deyil. Qadınların bu gün orada təhsil almasına qədər belə qadağandır. Qadınların bu gün orada işləməsi belə qadağandır. Bəli. Mən dediyim odur ki, Əfqanistan ümumiyyətlə İslam məsələsinə prioritet deyil. Yəni İslam mövzusunda bir Bu etalon ziyaya deyil. görə belədir. Bu ziyaya Yox, görə belədir. ziyaya görə belədir, yox bax. Misal üçün Əfqanistandan başqa Pakistan var, İslam dövləti İran var, Səudiyyə var. Bunların heç birində Əfqanistanda olan qanunlar mövcud deyil. İndi Bax, sən nəyə əsasən Əfqanistanın toplumun İslami topluma aid eləyirsən yoxsa yox? Əfqanistanı Bəli, toplumunu. toplum olaraq İslama aid eləyirəm, amma hakimiyyət olaraq sual altındadır məndə. Əmin deyiləm. Bax, mən hakimiyyəti qoyuram. Zaten bugünkü günü toplumun öz iqtidarındadır. Bugünkü günü zaten idarə etmə formu da İslami anlamda qeyrəti, namusu, əxlaqı yalnız və yalnız dini anlamda müdafiə edir. Hətta bugünkü gün onların bir sözü var ki, biz bugünkü günü qadınlarımızı
məktəbə göndərmiriksə, hətta qadın mankenlərin belə üzün bağlayırıqsa, bu bizim İslamdan gələn qeyrət və əxlaqımızın nümayişkarlığıdır. Onun iddiasıdır. Bu iddiadır. Bax, misal üçün, Bu bax, misal verim sənə. ölkə Bax, bir şey çoxluğu deyim. belə dayısı. Bax, bir dənə səbir ol, misal verim. Bax, məsələn, Əfqanistanda Batçabazi deyilən bir anlayış var. Bilirsən bunu? Aha, buyur. Hə. Yəni oğlanbazlıq, Batçabazi. Uşaq yaşlarından, 5-6 yaşından oğlan uşağını götürürlər, onu qız kimi tərbiyə edirlər və sonra onu bir növ belə deyim də, həm cinsi istismar vasitəsi kimi istifadə edirlər ondan, oğlan uşağından. İndi bax, sən deyirsən ki, bu İslam toplumudur və verdikləri qərarlar İslamidir. İndi mən deyirəm ki, bu Batçabazi ənənəsinin hansısa bir İslami fundamenti, kökü var. Yox. Onun İslamla əlaqəsi olmayan mən görə deyirəm Ziya, mövzunu biraz kənara çəkməyək də, bugünkü günü yenə deyirəm. Orada ölkənin daxilində hər hansısa bir proses baş verirsə, bunun hər birisini aparıb dinin başına bağlamaq da düzgün deyil. Yəni bugünkü gün onların öz adət, ənənələri, ritualları var. Ritual başqa bir şeydir. Amma dinin kökündən qaynaqlanan məsələlərdə azyaşlı uşaqların evlənilməsinə icazə verilməsi yalnız və yalnız İslamın kökündən qaynaqlanır. Bunun heç bir başqa nöqteyi nəzərə yaslaya bilmərsən bu özün. İslami kökdən yox, İslami oxunuşdan qaynaqlana bilər. Bunlar ayrı bir şeydir. O bu cür oxuyur İslamı. Bu öz yerində. İndi mən sırf şeyə gələcəm ha. O talaq 4-lə Peyğəmbərin xanım Ayşənin evlənmə məsələsinə mən nöqtəvergülünə qədər toxunacaq. Bundan yəni qəti narahat olma gələcəyinə. Daha doğrusu mənim dediyim budur ki, məsələn Amerikanın bir çox ştatında qızların evlənmə yaşı 14, 15, 16-dır. Avropanın göbəyində, Belçikada, Hollandiyada qızların cinsi əlaqə yaşı 14-dür. Yaponiyada 3-4 il əvvələ qədər qızların cinsi əlaqə yaşı 13-14 idi. İndi mənim dediyim budur ki, bax, çox üzr istəyirəm, bir dənə yekunlaşdırım da fikrimi. Bir dənə sona qədər dinləyək, bir xahiş edirəm. Buyur. Bax, indi mənim sənə verdiyim sual budur. Niyə görə bu məsələ Amerikada, Hollandiyada, Belçikada, Yaponiyada, Kanadada və yaxud Meksikada, Kolumbiyada bu məsələ problem deyil. Amma sırf Əfqanistanda problemdir. İndi deyərsən ki, bu dindən qaynaqlanır. İndi mən də deyirəm ki, yaxşı, bu dindən qaynaqlanır. Amma Amerikada da bir şeydən qaynaqlanır. Meksikada da bir şeydən qaynaqlanır. Kolumbiyada da bir şeydən qaynaqlanır. Niyə görə bu məsələ Yaponiyada problem olmur, Əfqanistanda problem olur? Bunu bir dənə rasional əsaslandırma. Bax, indi sən, bugünkü günü sən dediyin həm o Amerikanın ştatlarında bu hansı konstitusiyada, hansı qaydada keçərlidir ki, həqiqətən bu uşaqların 14-15 yaşında cinsel ilişki ilə məşğul olmağına ölkənin icazəsi var, məqbulluğu var. Deyim sənə, Amerika bilirsən də federasiyadır, ştatlardır. Bəli də bilirəm. Ştatlarını bilirəm. Amerika Birləşmiş Ştatlarında hər ştatın öz konstitusiyası var. Və hər ştatın öz qanunları var. Ona görə də Amerikanın 51 ştatının hər birində evlilik yaşı o ştatın öz qanunnaməsinə görə dəyişir. İstən bir ştatlardakı evlilik yaşını da saya bilərəm sana. Məsələn, ən kiçik evlilik yaşı hansı ştatda nəzərdə tutulur və neçədir? Baxın, bir dənə deyim sənə. Rəsmi statistika ilə göstərim. Buyur. Bir dəqiqə. Don Corleone səbirli ol qardaşım, səbirli ol. Azər təbii ki məyadır. Mən bugünkü günü İndoneziya 19 yaş deyir. Mən yenə deyirəm, 19 yaşında əleyhinəyim qardaşım. 19 yaşında əleyhinəsən? Bəli, hətta, yəni mən yenə deyirəm, insanın əqlinin, çünki əqli formalaşması mövzusu var. Bax, belə bir şey deyim, Ziya, belə ola bilər ki, çox kiçik, primitiv bir argümandır, amma belə bir şey deyim. Ziya 15 yaşında düşündüyü kimi, 25 yaşında da eyni şeylər düşünürmü? Eyni bir mövzu barəsində eyni fikirdədirmi? Hayır. 35 yaşında və yaxud da ki 45 yaşında fərqli bir Ziya, fərqli bir düşüncələrə sahib ola bilər. Əlbəttə. Ay sağ ol. Mən sırf bu meyarlar üzərindən deyirəm ki, insanın təfəkkürü, düşüncəsi formalaşdıqca onun həyata baxış tərzi, fərqli düşüncələri, onun həyatı qavraması da fərqli yaşlarda başqa şəkildə ola bilir. Və bugünkü gün 18 yaşına çatmış
yeniyetmə adlandırdığımız mən bir qız uşağına mən yenə də uşaq deyə bilərəm. Çünki o hələ də nəyisə tam qavraya bilmir. Amma əgər baxsaq ki, bunu sırf köləlik naminə, sırf nələrinsə naminə həyat yoldaşı seçirlər. Yəni mən o elə bir ailəlik, elə bir qadına o cür yanaşma tərzini qəbul eləmirəm. Çünki insan haqları var, gender bərabərliyi var. Orası aydındır. O düşüncənin dəyişməsi məsələn, o evliliyə mane olan məsələdirmi sənə görə? Bəli, təbii ki. Niyə? Ailə daxili, bax niyəsini deyim sənə. Niyəsini deyim. Ailə daxili hər hansısa bir insident yaşanması normaldır məncə. Ər və arvad arasında, kişi və yaxud qadın arasında. Burada hər hansısa, yenə deyirəm, yanaşma tərzi burada mütləqdir. Ola bilər ki, onun düşüncəsi 15 yaşında tam fərqli bir şey deyər. 25 yaşında o mövzuya tamamilə başqa şəkildə reaksiya verər. 35 yaşında tam başqa şəkildə. Yəni kiçik bir şeylərə məsələn kafa takmaz. Ona gəl, bir dənə ştatların mən deyim, evlilik yaşına icazə verilmə. Məsələn, Alabamada 16 yaşdır evlilik yaşı. Alaskada 16'da, Arizona'da 16'da. Bax, Havayda 15'dir. Evlilik yaşından gedir az söhbət. Indiana'da 16'dır, Lova'da 16'dır, Kansas'da 15'dir. Ştatlardır bu. Louisiana'da 16'dır evlilik yaşları. Və yaxud Montana'da 16'dır. Yəni 15-16, Şimali Karolina'da 16'dır, Şimali Dakota'da 16'dır evlilik yaşı. Pensilvanya'da 16'dır, sonra İsland adalarında 16'dır. Cənubi Karolina'da 16'dır, Cənubi Dakota'da 16'dır. Yəni 15-16 yaş evlilik yaş limiti Amerikada bir çox ştatda var. Həmçinin, yenə də deyirəm, bu Avropada da cinsi əlaqə yaşı 13, 14, 15 yaşlarda icazə verilir. Yəni rəsmi olaraq, yəni bir qız uşağı 14 yaşında cinsi əlaqədə olubsa, partnyoruna heç bir həbs cəzası düşmür. Mən o fikirlə razı deyiləm. Yox, bildim, mən hörmət edirəm, mən də razı deyiləm. Mən də razı deyiləm. Əslində əsassız bugünkü günü onun hansı düşüncəyə, hara yaslanıb o qərarı verdiyi mənim üçün maraqlı deyil. Yox, çox bax, mən dediyim nədir? Bundan sən də razı deyilsən, mən də düzdür. İkimiz də bundan razı deyilik. Sadəcə mənim dediyim odur ki, sən niyə görə Əfqanistanda olanda etiraz edirsən, amma Amerikada, Avropada olanda bu barədə heç vaxt danışmırsan? Bizim mövzumuzun başında mövzu olaraq nə qoymuşduq? Yox, orası aydındır. Sən mövzuya İslam məsələləri ilə bildim. Ziya, mövzunun başında bir giriş nöqtəsi qoymuşuq da. İslamda evlilik və İslamda evliliyin, bəli, nikahın yaşı, çağı, belə deyək. Mən bugünkü günü Arizona ştatında, Arizonada və yaxud da ki, Alabamada idarəetmə qanunu hansı yasalara əsaslanaraq o qanunu verib, o mənim üçün maraqlı deyil. Amma mən bugünkü günü mövzu İslamdırsa, İslamın daha çoxluq təşkil etdiyi ölkələrdə yaslanan qərarlar, bugünkü gün uşağın evliliyinə icazə verən tərəflər sırf İslami anlamda icazə verdikləri üçün mən bunu göz önünə alırım. Mən niyə görə ölkələrə gəldim bilirsən? Çünki sən mövzuya ölkə ilə girdin deyə dedin, İslam ölkələrində budur. Mən də dedim ki, bu tək İslam ölkələrində belə deyil. Mən ona görə gəldim İslam ölkələrinə. Okey, gəl keçək Quran-ı Kərimə. Zəhmət olmasa mənə Quran-ı Kərimdə buna icazə verən ayəni göstər. Hansı anlamda Quranda icazə verən? Hə? Yaş mövzusunu deyirsən? Yəni deyirsən ki, az yaşlı uşaqla evlənməyə İslam icazə verir, düzdürmü? Az yaşlı uşaqların evlənməsinə yetkinlik yaşına çatmış orada rəşd halı keçir. Rəşd halı ümumiyyətlə bilirsən nədir? Rəşd halı. Bəli, həddi buluğa çatmış. Yəni bugünkü günü bioloji yetkinliyə çatmış. Bir də var rəşd halı. Əqli yetkinliyə çatmış. Yaşa, gözəl. Rüşd ümumiyyətlə ərəb dilində ağıl deməkdir, ağıl. Rüşd yaşına çatmış. Mən də deyirəm ki, əqli yetkinliyə çatmış insanı nəzərdə tutulur. Yəni bax, sən izah edin də, ərəbin rüşd dediyi şey nədir? Müstəqil qərar vermə. Mən siqaret çəksəm, sən spama gedəcəksən? Bilmirəm. Sən ekranı biraz sevir, danışaq da söhbətimizi eləyəsən çək. Olur. Hə, bax, rüşd nədir bilsən? Müstəqil öz ağlı ilə qərar vermə vaxtıdır, rüşd vaxtı. Rüşd çağı dediyimiz şey budur. İndi mən deyirəm ki, İslam zaten deyir ki bizə, bax sən də bir dedin ki, insan öz müstəqil ağlı ilə qərar verirsə evlənə bilər, problem yoxdur, düzdürmü? Bu 18 yaşda ola bilər,
elə bir söz işlətməmişəm mən olmağını. Amma sən əgər belə deyirsənsə, bax insan müstəqil ağlı ilə deyəndə ki, insanın müstəqil ağlı hansı çağda, hansı yaşda daha düzgün formalaşırsa, bəli, o anda qərar verməyini mən normal görürəm. Gözəl, gözəl. İndi mən deyirəm ki sənə, bu standart, bu yetişkinlik standartı var ha. Bu zamana və topluma görə dəyişən bir standartdır. Bu heç vaxt belə bir şey yoxdur ki, tarixdə biz bunu görməmişik ki, bu bütün zamanlarda və bütün yerlərdə eyni formada geçsin. Bunu görmürük biz tarixdə. Heç adi tək qadınların yox, kişilərin belə yetişkinlik yaşı, əqli səviyyə yaşı tarixə görə dəyişir və mühitə görə dəyişir. Bundan razısanmı? Aha. Yəni gör nə deyirəm. Yəni bugünkü günü məkan olaraq onun fərqi nədir ki? Yəni məkan olaraq adlandırırsan. Məkan olaraq demirəm mən. Məkan olaraq necə bir fərqi var? Bax, misal üçün belə deyim sənə. Məsələn, mümkündür ki, Amerikadakı 14 yaşında qızla, misal üçün Somalidəki 14 yaşında qızın əqli səviyyəyə çatması fərqli olsun. Bu mümkündür. Bu maarifləndirmədən beyin eyni şəkildə algılayır. Beyin eyni şəkildə algılayır. Sən nəyi ona verəcəksənsə, eyni şəkildə də beyin onu algılayacaq. Mən beynin algılamasına bir söz demirəm. Bax, mən dedim axı, bu təhsil səviyyəsindən ola bilər, bu yaşadığı mühitdən ola bilər. Amma bu reallıqdır ki, Somalidə yaşayan, misal üçün verdim, Somalili başqa bir ölkəsin, fərqi yoxdur. Somalidə yaşayan 14 yaşlı qızla Amerika Birləşmiş Ştatlarında bir şəhərdə böyümüş bir 14 yaşlı qızı yan-yana qoysa, onların ağıl səviyyəsi fərqli olacaq. Bu %100'dür. Onların yaşam səviyyələrinə görə, amma bugünkü günü həmin o Somalidəki 14 yaşındakini də aparson, qoysun Amerikadakinin yanına. Yəni o da o ilə bir ay qalsa eyni şəkildə düşünəcək, eyni şəkildə hərəkət edəcək. Yox, mən dedim axı sənə ki, yəni bu həyat standartlarına görə də dəyişmiş ola bilər. Məsələn, bu mühitin özünə görə də, yəni bir çox faktordan baş verə bilər bu. İndi bax, sənə sualım budur. Əgər bir qız və ya bir oğlan, fərqi yoxdur. Mən burada məsələn qızla məhdudlaşdırmaq istəmirəm. Oğlan, qız fərqi yoxdur. Əgər müstəqil qərar vermə yaşındadırsa, müstəqil qərar verə bilirsə, bunun evlənməsindəki sıxıntı nədir? Müstəqil qərar vermə yaşını sənə görə soruşum, belə bir söz soruşum. Müstəqil qərar vermə yaşını necə görürsən? Mən bu dəqiqə Sənə görə bir qız uşağı neçə yaşında müstəqil qərar verə bilər? Heç qız yox, qız da, oğlan da mənə görə 18 yaşdan sonra. Olsun. Yetkin fərd sayaq. Hə, mənə görə 18. 18 yaşında. Həqiqətən də 18 yaşında, bax mən bayaq da dedim. 18 yaşındakı bir qızın düşüncələri, eynilə də 28 yaşında da eyni düşüncələrdə, yəni eyni düşüncə tərzlə düşünəcək. Və bugünkü günü o həyatın Amma bax sənə bir sual verim. Bəs 28 yaşında bir cür düşünən qız 38-də də eyni cür düşünəcəksən də? Yox, təbii ki. Mən bayaq da dedim axı. Yox da yox. Gör nə deyirəm, ən azından müstəqil qərar vermə var ha. Müstəqil qərar vermə. O hələ tam formalaşmır. Amma 28 yaşında, daha yüksək yaşda bu insanın müstəqil qərar alma, özünü idarə etmə potensialı daha yüksək olur. Yox, bax. Dünya standartı ümumiyyətlə müstəqil qərar vermə yaşını 16-18 arası müəyyən edib. Yəni 18-də mütləq. Bəli, bu konstitusiyada belədir və qaçınılmazdır. Bəli, mən də səninlə razıyam. Konstitusiya yox, dünya standartı ümumiyyətlə 16-18 yaş görür. O əqli inkişafın artıq müstəqil qərar vermək üçün. Çünki dünyanın hər yerində hərbi xidmət də o yaşlarda başlayır, universitetdə, yəni bir ixtisas seçimi də, yəni seçim verilir. 16-18 yaşında insana dünyanın hər bir yerində seçim verilir. Və hətta səs verməyə qatıla bilər 18 yaşında insan, yəni prezident seçə bilər, nazir seçə bilər, deputat seçə bilər. Yəni 18 yaş bir standartdır. İndi mən də deyirəm ki, bunun əqli səviyyəsi çatıbsa, bu prezidentin seçə bilirsə, bu ixtisasın seçə bilirsə, bu deputatın seçə bilirsə, bu universitetin seçə bilirsə, bu niyə həyat yoldaşını seçə bilməsin ki? Həyat yoldaşını seçə bilməsin deyəndə ki, bugünkü gündə ən azından günümüzdə sosial yaşam tərzində bu qədər insanların yanlış seçimlər etdiyini görürsən. Bunlar isə hələ də əqlin düzgün formalaşmaması, insanın həyatındakı insanı düzgün seçə bilməməsi, yəni həyatı tam qavramaması. Yəni bilsən, evliliyi insanlar başqa-başqa tərzlərdə görə bilərlər. Amma mən yenə deyirəm ki, 18 yaşında bir uşağın hələ, mən ona uşaq deyə bilirəm, çox da ki, o müəyyən şeyləri bilir, hər hansısa bir elmi
biliklərə sahibdir, nələrsə nələrdənsə seçə bilir, amma həyatda düzgün seçdiyi, insanın düzgün seçdiyinə əmin ola bilməz. Və o düşüncə hələ onda da tam formalaşmayıb. Amma sadəcə yəni köləlik qul sən getdin, qadınsan, o evdən sənin bugünkü gün dədədən olan ənənəvi bir evlilik gəlib də bizə. Ki sənin o evdən meyitini çıxacaq, sən ölməlisən, qalmalısan. Nə qədər ki bildim. Nə qədər ki bu yanaşma tərzi belədir. Təbii ki 18 yox, elə 16 olacaq. Bəzi yerlərdə və Azərbaycanın məsələn cənub zonalarında və yaxud da qıraqlarda 15 yaşında da nişanlayacaqlar, 14 yaşında da nişanlayacaqlar. 13 yaşında da nişanlayırlar hətta bəzi bölgələrdə. Bunu çox Bəli, mən görmüşəm, bəli. Var. İndi bax mən dediyim nədir, Raulcan bax. Deyirsən ki 18 yaşında insan evlənir və çox vaxt səhv seçim eləyir də, düzdürmü? İndi bax bəyəm 30 yaşında evlənən səhv seçim eləmir ki, 25 yaşında evlənən səhv seçim eləmir ki. Ondan daha az. Əhsən, səhv seçim eləmək əslində yaşla bağlı bir şey deyil. Bunu müxtəlif standartlar var. Məsələn, psixoloji, məsələn belə deyək də, təhsilləndirilməsi yoxdur bu adam. Məsələn, psixoloji olaraq seçəcəyi həyat yoldaşını bilmir. Və yaxud cinsel tabular içində yaşayıb bu adam. Məsələn, Bertrand Russell bunu deyir, məsələn, cinsi tabuları olan bir toplumda olan insanlar adətən həyat yoldaşı seçimində yanılırlar. Niyə görə? Çünki şəhvət hissi ilə sevgi hissini qarışdırırlar. Bu insanın cinsi hissi təmin olmuyor və qadın görən kimi şəhvət hissi yaranır, elə bilir ki, sevir onu. Və burada deyir ki, evlilik belə deyək də seçimində ciddi xətalara yol verirlər bunlar. Yəni bu heç də yaşla bağlı deyil. Bu toplumla bağlıdır, təhsillə bağlıdır və yaxud toplumda olan tabularla bağlıdır. Yəni bu da yaşa bağlanmır. İndi mən tam anlamadım. İndi Quran-ı Kərimdə Quran-ı Kərim sən dediyini deyir. Ağıl inkişaf eləyibsə evlənə bilər. İndi burada sən nədə problem görürsən Quranda? Çünki Quran bugünkü gün onu sağ olaraq qadının heyz halı görməsini onun yetkinlik yaşına çatmış bir fərd olaraq hesablanması mənə görə problemlidir. Yox, bu Quranda bu cür mü deyir? Deyirmi ki, heyz yaşına çatdısa evlən? Yox, bugünkü günü sən rəşd halı deyərkən onu heyz halı görmüş qadını, bugünkü gün yenə deyirəm, dində, İslamda, Quranda bu belə keçir ki, heyz halı görmüş qadın yetkinlik yaşına çatmış və evlənməyə hazır bir qadın olaraq, qız olaraq, fərd olaraq sayılır. Çox üzr istəyirəm Raulda. Rüşd yaşı heyz yaşı deyil. Rüşd ağılla bağlıdır. Heyz yaşına çatmışa həddi buluq deyirlər. Məsələn, bu buluq çağına çatır və s. ifadələr var da burada. Amma sırf rüşd dediyimiz ağılla bağlı məsələdir. Və mən bilirəm, əqli yetkinliyi nəzərdə tutulur da qardaşım, əqli yetkinliyi nəzərdə tutulur. İndi mən də deyirəm ki, bəs bugünkü gün həmin əqli yetkinliyi də biri var bioloji yetkinliyi, biri var əqli yetkinliyi. Bu əqli yetkinliyi də bugünkü gün bioloji yetkinliyi ilə zaten heyz halı görmüşdən eyni uzlaşdırırlar. Əgər bax indi onda belə deyim. İslamın tərkibindən gəlir Ayşənin peyğəmbərlə 9 yaşında ailə həyatı qurması. Ona gələcəm, 9 yaşında evlənməyib. Ona gələcəm. Bax bugünkü gün sən onu aparıb maksimum 13-ə bağlayacaqsan. Rəvayətlərə görə 14-ə bağlayacaqsan. Mən sənə dəqiq yaş verəcəm. Amma sübutla verəcəm. Amma mən sənə havadan deməyəcəm ki, Raul, mən deyirəm ki 18-lik yox. Və yaxud mən deyirəm 16-lik. Ona Səhih Buxarisindən verilən hədisi qeyri-səhih sayırsan. Deyəcəm. Qeyri-səhih və ya səhih olmasına. Yox, sən mənə deyirəm ki, qeyri-səhih sayıram, o hədisin heç bir keçərliliyi yoxdur. Mənə soruşsansa, mənə görə bəli, səhih deyil. Yəni mən sadəcə bunu soruşuram ki, yəni sənə görə səhih sayılmır hədis. Mənə görə səhih deyil, amma mən əsaslarımı verim də, bəlkə Ziya səhv eləyir ona səhih deməməkdə. Düzdürmü? Bəlkə əsasları tamam ver. Tamam, əsaslarımı indidən girək o mövzuya, yoxsa Quranı bitirək sonra? Zaten Quranın içindən mənim keçə biləcəyim mövzu o idi. Direkt ora keçirəm. Çox gözəl, çox yaxşı. İndi gəl, mən sənə dəlillərlə, sübutlarla xanım Ayşənin 9 yaşında evlənmədiyini, Ruska vərəqin var, mən dediksən qeyd elə. Bəli, var. Amma sən belə desən də problem yoxdur, narahat olma. Yaxşı. Bax, deməli hədisdə deyir ki, xanım Ayşə, mən 6 yaşında olduğum zaman nişanlandım və 9 yaşında olduğum zaman Rəsul Allahla evləndim. Hədis bu cürdürmü? Yalan demirəm ki mən. Bəli. Hədis bu. Səhv eləmirəmsə 5133 olmalıdır, hə? Necə?
Səhv eləmirəmsə 5133 olmalı. Hədisin mənbəsi gözlə bu dəqiqə deyim sənə hədisin mənbəsi. Səbirli ol. Deməli Buxari 5-ci kitab 1553-cü hədis. Bəli. Bəli, bəli. 1553, 5133. Bəli, 1553. İndi bax diqqət elə. Deməli peyğəmbər Allahın salamı olsun 632-ci ildə vəfat eləyib. Düzdürmü? Bəli, bəli. Əhsən. Və bütün hədislər deyir ki, peyğəmbər vəfat elədiyi zaman xanım Ayşə ilə 10 il idi ki, evli idi. Yəni xanım Ayşə ilə evliliyinin 10-cu ilində peyğəmbər dünyasını dəyişib. Yəni 10 il evli qalıblar bunlar. Aha, elə bir ki, belə deyim də 622-də məsələn. 622-də artıq. Xanım Ayşənin bu hədisi ilə bunlar 622-də evlənməliydilər. Bundan da 9 yaş 10 ildir çıxanda artıq evli idim deyərkən var idisə əsası artıraydı ki 12 il idi evli idim. yox, mən onu demirəm. 15 Mən deyirəm il ki, bildim. Bax bu hədis ki var, bu hədis. Bu hədisə əsasən Xanım Ayşənin doğulma ili düşür 613-cü 13-cü illərə. Çünki 613-cü ilə düşür. Çünki 622-də peyğəmbərlə evlənibsə 9 yaşında, düzdürmü? Aha. 613-də doğulmuş olmalıdır ki bu. 622-də evlənsin. 632-də də peyğəmbər vəfat edəndə 10 il evli qalmış olsun bunlar. Düzdür? Aha. Bəli. 613-cü ili. Bir dənə saxla yadında. İndi gələcəm ora. Başqa hədislərdən gəlirəm ora ki 613-də Xanım Ayşənin doğulma ehtimalı var yoxsa yox. Aha. Tamam. Okay. Mən onda bir şey deyim sənə. O rəvayət elədiyin hədis var idi ki, Ayşənin öz dilindən rəvayət olunurdu. Öz dilindən, bəli, öz dilindəndir. Bəli. Öz dilindən. Okay. İndi gəlin. İndi bax peyğəmbərin öz dilindən sənə başqa bir hədis deyirəm. Peyğəmbərin üzrəm Xanım Ayşənin öz dilindən sənə başqa bir hədis deyirəm. Mənbəsində verəcəm hamısını. İstəsən məqalədə var, baxarsan öz yazılı məqalədə. İstəsən burada da deyə bilərəm, fərqi yoxdur. Xanım Ayşə deyir ki, anam və atam İslamı qəbul etdikləri zaman mən onların bunu nə üçün elədiklərini başa düşürdüm. Bax, Xanım Ayşənin öz dilindən hədisdir bu. Anam və atam İslamı qəbul elədikləri zaman mən onların bunu niyə elədiklərini anlayırdım. Deməli, Xanım Ayşənin bunu anlaması üçün neçə yaşında olması lazım idi səncə? Ən azından bir 5-6 yaşında olmalıydı. Düzdürmü? Başa düşməsi üçün bunu. Minimum. Təbii ki də ən azından. Əhsən, minimum. Deməli, Besət də Peyğəmbərə də vəhiy gəlib 610-cu ildə. 40 yaşında, düzdürmü? Davam elə. Mən gələcəm. Bax, diqqət elə. 610-cu ildə vəhiy gəlib. Xanım Ayşə də bilirsən də Xanım Ayşənin də atası Əbubəkir vəhiy gələn ili qəbul edir peyğəmbərliyi. Yəni 610-da İslamı qəbul edir. Və Xanım Ayşə də deyir ki, mən bunu xatırlayıram, bunu bilirdim deyirlər. Deməli minimum bunun 5 yaşı olmalıydsa bunu xatırlamaq üçün. Doğum ili neçənci ilə düşür Xanım Ayşənin? 605-ə. 605 rəqəmin dəqiq yadında saxla. Tamam? Hadi sən 8 yaşa apardın, problem yoxdur, eyb yox. Gəl, eyb yox, elə olsun. Lap sən 10 yaşa gətir, problem yoxdur. Nə 8 yaş apardın? 613-dən apardın da, bunu 605-ci ilə hardasa 8 yaş fərq eləyir. Yox, bax bir də deyirəm məsələn. Bildim sən hansı tərzdən deyirsən. Sən davam elə də qardaşım. Xanım Ayşə deyir ki, bax diqqət elə bir dənə sözümə qulaq as. Mən dedim ki, bu 6 yaş hədisi var, 6 yaşımda nişanlandım hədisi. Bu hədisə əsasən Xanım Ayşə doğulmalıydı 613-də. Bunu qoyduq qırağa. Bu hədisə əsasən orada doğulmalıydı. İndi Xanım Ayşə bir hədisdə deyir ki, atam-anam İslamı qəbul edəndə mən bunu niyə elədiklərini bilirdim. Deyirəm, bu da 610-da baş verən bir hadisədir. Xanım Ayşə də deyir ki, mən bunu başa düşürdüm bu söhbəti. Deməli, bu ən azından 5 yaş olmalıydısa, minimum deyirəm də, düşür 605-ə bunun doğum tarixi, düzdürmü? Bunu saxladıq yadımızda. İkinci məsələ. Xanım Ayşə, bircə dəqiqə gözlə hədis oxuyum səndən. Deyir ki, Qəmər surəsi, Quranda Qəmər surəsi var. O surə haqqında deyir ki, bu ayə Məkkədə Həzrəti Muhammədə endirildi. O vaxt mən yeni yetməlik dövrünə qədəm qoyan bir qız uşağı idim. Yeni yetməlik dövrünə qədəm qoyan. Yeni yetməlik dövrü neçə yaşdır? 9 yaş. Yeni yetməlik dövrü Rais ol. Qəmər surəsi də nazil olub 614-cü ildə.
Bax, ili ilə baxa bilərsən dediyim bütün məsələlərə. Bilirəm qardaşım, onu bilirəm. 614-dən 9 çıxanda neçə yaş qalır? Nə olur? 614-dən 9 çıxanda. 614-dən 9 çıxanda 605-ci ilə gəlir hardasa. 605. Birinci hədisdən də bizim çıxarışımız bu oldu ki, xanım Ayşə 35-də doğulmalı idi. İkincidən də İndi düzdür. bax, indi bax, indi bax. Burada bir dənə yekunlaşdırım da, çox xahiş edirəm. Yekunlaşdırım sonra. Rica edirəm. Yaxşı, yekunlaş. Hə. Bax, iki hədisdən hələ ki 605 çıxartmışıq biz. İndi ola bilər ki, başqa hədislər başqa şey desin. İndi gəlin bura. Digər bir məsələ. Hədislərdən biz dəqiq bilirik ki, xanım Ayşənin bacısı Əsma xanım Ayşədən 10 yaş böyükdür. Bunu dəqiq bilirik. O mövzu, o bildim ki, o mövzunu ora gətirib çıxardacaqsan. Orada gəlib ona 14-15 yaş verəcəksən. Mən bilirdim o mövzunu ora gətirəcəyini. Mən dəlillə. Bax, mən başlıqda dedim. Dəlili qəbul eləyiriksə danışaq. Keçərli dəlil deyil axı. Keçərli dəlil deyil. Bax gör nə deyirəm. Bugünkü günü Raul yekunlaşdırın da hər şey. Olmadı axı. Yekunlaşdırın, sonra davam edək. Bax. Xanım Ayşənin bacısı Əsma, biz bunu hədislərlə %100 bilirik ki, 10 yaş özündən böyük xanım Ayşənin Əsma adında bacısı var idi. Və Əsmanın doğum tarixi də bizə hədislərlə dəqiq gəlib ki, Əsma doğulur 595-ci ildə. Bu dəqiq məsələdir. 595-də doğulması. İndi sənin ikinci hesablamana görə o gəlib 605-dən çıxırdıqda gəlib belə düşür qardaşım. 595-ə ona görə gəlib çıxır. 605-ə gəlir. Bu %100-dür ha bu. Bax sənə 3 dənə %100 deyil. %100 deyil. Deyəcəm səbəbini. Sən danışıqlar deyəcəm. Bax. Sənə 3 dənə fərqli hədis verdim ki, 3 dənə fərqli hədis verdim ki, bu hədislərin üçünü də hesablayanda xanım Ayşənin yaşı gəlir düşür 605-ə. Əgər xanım Ayşə 613-də doğulmuş olsa, digər hədislər niyə getdi qardaşım? Başqa hədis ver ki, xanım Ayşə 35-dən sonra doğulur. Nə hədis vermə? O sənin hal-hazırda dediyin hədislər 9 yaşında evlilik hədisini mən yazmamışam, onu da Ayşə yazıb. Ziya yazmır, onu da Ayşə. Mən sənə razıyam. Mən deyirəm ki, bax, sən bir dənə hədisi dəlil gətirirsən, düzdürmü? Mən bir hədisi yox. Ondan sonra peyğəmbərin artıq ölümündən 10 il əvvəl onun evli olduğu hədisi də ümumiyyətlə qüvvədədir ha. Yəni eyni yaşı gəlib təsdiq edir. Bax, deyirəm sənə bax. Bir hədis deyil də, yəni 2-3 hədis bugünkü günü sənin gətirdiyin digər 2-3 hədislə bugünkü günü sən öz gətirdiyini məqbul sayırsan, öz gətirdiyini Sahih Buxaridə. Bugünkü günü mən sənin 1553-cü səhv eləmirəm hədis. Deyirdi ki, 6 yaşında nişanlandı. Düz orada 9 yaşında mənə görə deyilir ki, Zuhur bəy yəni yatağa girdi. Amma siz indi deyirsiniz ki, evləndi də. Yəni hədis elə idi. Yatağa girdi. Yəni evlənsə yatağa girdi də zaten. Nə qaracaq? Hə, yəni hədis belə idi səhv eləmirəm. Hə. Bax, indi mən deyirəm ki, Raul, sən mənə xanım Ayşənin 9 yaşında evlənməsi ilə bağlı bir dənə hədis gətirirsən. Mən bunu təkzib edən 3 dənə hədis gətirirəm. İndi sual verirəm sənə. Bax, normal ağılla sual verirəm sənə. 3 dəlil daha güclüdür, yoxsa bir dəlil? Tam səmimi. 3 dəlilin, bir dəlilin, bax gör nə deyirəm. 3 dəlilin, bir dəlilin heç bir adiyyəti yoxdur. Yəni bugünkü günü bunu da deyən ziyadır. Digər keçib 2 dənə də arqument gətirsə, bunu da gətirən ziyadır. Yox, ümumiyyətlə deyirəm. Bax, mən yenə deyirəm. Sən mənə bugünkü günü kəmiyyət, keyfiyyət demək deyil Ayzi. Bugünkü günü kəmiyyət, keyfiyyət ölçüsü demək deyil. Sən bura 5 dənə də gətirə bilərsən. Və bax, əgər həqiqətən elə idisə, o səhih saymadığın, əslində mənə görə səhih sayılan. Yəni bugünkü günə həqiqətən bu baş vermiş hadisə olduğu üçün deyirəm bunu. Gətirilməsində nə məqsəd var idi? Raul, bir dənə çox üzr istəyirəm. Bax, əslində mənə görə səhih anlayışı yoxdur. Bax, sən deyirsən tamam da, bugünkü günü bu hədisin Səhih Buxaridə yer almasının təməl qaynağı nədir? Bu nəyə görə var idi? Ayşə bunu nəyə görə vurğulayırdı? Nəyə görə? Əslində həqiqətən bir həqiqət deyildisə, Ayşənin bunu yazmaqda, Ayşənin bugünkü gün 6 yaşında peyğəmbərlə nigaha girib 9 yaşında yatağa girməsini yazmaqda mənə bir dəlil, mənə bir argüman, mənə bir meyar. Yəni nə səbəbdən bunu edir? Tamam. Bax, indi burada sənə bir şey deyim. Bu hədis səhih olsa belə. Bax, diqqət elə. Biz %100 bilirik ki, digər bütün hədislərlə sırf bizim başa düşdüyümüz 6 yaş ziddiyyət təşkil edir. Bu dəqiqdir. Və dəlilləndirdim sənə. İndi bax, deyirəm ki sənə, ərəblərdə
yaşı ifadə eləmə fərqlilikləri var. Bax, misal üçün mən səndən soruşsam ki, Raul, neçə təvəllüdsən? Mən belə deyim 97. 97, tamam. Onda sən təxminən Həzrəti İsa'nın çarmıxa çəkilməsindən biraz sonra doğulmusan, düzdür? Yəni təqvimi dəyişməyinə görə eramızdan əvvəl sayırıq sənədir. Ay, yaşa. Eramızda bax gör nə deyirəm, o hesablama deyil abi. Bax, yox, qulaq as. Mən dil məsələsini gətirirəm. Bax, diqqət elə, Raul. Sən bax, mən səndən soruşuram. Bax gör nə deyirəm, üzr istəyirəm həqiqətən. Bəlkə biraz gülün çıxır, amma həqiqətən bu keçərli arqument deyil. Abi sən onu o ilə niyə ölçürsən ki, bugünkü gün ərəblərdə keçmiş yaşın ölçülməsi 6 yaşdan başlanılırdı. Başa düşürsənmi? Lap yaşın ölçülməsi 6 yaşdan başlanırdı. Keçmişdə. Lap bu bədəvi ərəbinin dövründə bu belə idi. Bildim. Bax, mən sənə deyirəm ki, bax təsəvvür elə ki, Raul. Bizim bu söhbətimiz var, video olaraq qaldı. Sivilizasiyalar dəyişdi. Bir 1000 ildən sonra bu video düşdü bir nəfərin əlinə. Baxdı ki, Ziya Zaurdan soruşdu ki, Rauldan üzr istəyirəm. Raul neçə təvəllüdsən? Raul dedi 97. Bu da avtomatik fikirləşəcək ki, Raul Paştu Pavlusdan eyni dövrdə yaşayıb. Çünki Pavlus da 97'lərdə yaşayıb, Raul da vaxt doğulub. Bu bunu başa düşəcək. Niyə görə? Çünki sənin dil prinsiplərin bu cür ifadə eləməyə icazə verir. Sən 97 deyəndə mən Ziya avtomatik başa düşürəm ki, sən 1997-ni qəsd edirsən, düzdürmü? Bax, ərəblərdə də... Ayşə 6 yaş deyiləndə nəyi qəsd eləyirdi? Deyirəm sənə, ərəblərdə də... Bildin də mövzunu oyuna əlaqələndirirsən də, dirək mövzuya gir ki, bax, yaxşı, deyəndə sən avtomatik başa düşdün. Bəlkə bunu 1000 il sonra Əflatun baxsa başa düşməyəcək. Və yaxud da ki, qeyri birisi baxsa başa düşməyəcək. Onu deyirəm. Bəs yaxşı, bugünkü gün mənim adlandırdığımı sən başa düşürsən. Həmin dövrdə lap belə 6 yaşı necə əlaqələndirirsən ki, əslində orada nəyi vurğulamaq istəyirdi? 6 yaş deyərkən nəyi vurğulamaq istəyirdi? Onu deyirəm sən. Ərəblərdə onluq yaş sistemini təhliklə demək ənənəsi var. Necə ki bizdə minlik say sistemini, onluq say sistemindən demək ənənəsi var. Məsələn, 1997 yox, 97. Ərəblərdə də onluq say sistemini, təhlik say sistemindən demək ənənəsi var. Məsələn, birinin 18 yaşı olanda ondan soruşsun deyildi 8. Niyə görə bunu bu cür deyildi? Çünki sən ona baxanda avtomatik bilirsən ki, bu 8 deyil, 18-dir. Sadəcə bilim... 6 demək əvəzinə 16 demək istəyirdi, prosta 6 deyib. 16-da evlənib, 19-da da nişanlanıb, 19-da da ailə həyatı qurub. Sənə sübut edeyim ki, 16-da evlənib, 16-17-də evləndiyini sübut edeyim. Sən zaten onu sübut eləmək istəyirsən də, sən mənə 3 dənə hədis gətirdin ki, bugünkü günü sən birini gətirirsən, mən 3-ünü gətirirəm. Bu, bugünkü günün daha məqbul sayılır, daha keçərli sayılır. Mən də deyirəm ki, kəmiyyət keyfiyyət ölçüsü deyil. Bu aya bəs burada, bugünkü günü bu hədis varsa, bu hədisin olması nəyə yarayır? Və həqiqətən 16-sı idisə, niyə 16 yazılmayıb? Yaxşı, deyək ki, bu qədər sivilizasiya gəldi, bu qədər təkmilləşdi, bu qədər, nətər deyim, çapa imzalandı, günümüzün bugünə kimi yazılar hətta reform olunub dəyişdirilə bilir. Bugünkü günü Quranın ayələrinə qədər belə reform olunur. Bugünkü günü insanların başa düşməsinə ziddiyyət təşkil edən mövzuları ortadan qaldırıb 16-da yaza bilərdilər. Bəs bunu Ziyadan qabaq düşünə bilən olmayıb abi. Və yaxud da ki, Rauldan qabaq düşünən ola bilməyib ki, bunu oxuyan adam kar deyil, lal deyil. Bunu 6 oxuyan 6 başa düşəcəkdir. Sən mənə bugünkü gün 16 yaz ki, mən də 16 başa düşüm. Mən nə bilim, sən bədəvi ərəbinin dövründə 5 yaşı 55 yaş kimi nəzərdə tutulurdu. Bax, deyim sənə. Mən yenə də deyirəm, mənə görə hədis səhih deyil. Mənim şəxsi düşüncəmdir bu. Bu öz yerində. Mənə görə ümumiyyətlə səhih anlayış yox. Sadəcə yenə deyirəm. Keçərli olan bir mövzunu. Mən bunun əksinə 3 dənə hədis gətirirəm, onları inkar edirsən. Amma bu hədisi dəlil gətirirsən. Abi, dəlil gətirməndə bax, yaxşı, mən sənin dediyin hədisi tamam qəbul edeyim. Gəl, mən sənin dediyin hədisi qəbul edeyim. O hədisin orada olması nəyi dəyişir, nəyə yarayır? Niyə var o hədis? Varlığı ilə nəyə xidmət eləyir? Nəyi dəyişdirir? İnsan ağlını niyə qarışdırır? Nəyə xidmət eləyir? Olmaya da bilərdi də qardaş. Nə məcbur idi Ayşə onu yazırdı? Deyim sənə. Yox, birincisi xanım Ayşə hədis yazmayıb. Bax, şey deyil. Ayşədən rəvayət olunur da qardaşım. Gör nə deyirəm? Mən demirəm ki, Ayşə yazır. Mən deyirəm ki, Ayşədən rəvayət olunur. Ümumiyyətlə hədis necə rəvayət olunur? Hədis
filankəsdən eşitdi ki, filankəs bu cür deyir. İndi xanım Ayşədən gələn hədis. Mən yəni yenə də deyirəm, əqidə baxımından deyirəm ki, mənim əqidəmdə o hədis səhih qəbul olunmur. Bu öz yerində qoydum qırağa. Çünki mənim əqidə görüşümlə hədis metodologiyası ilə, hədis yanaşması ilə Əhlüsünnənin hədis yanaşması tam fərqlidir. Bunu qoyduq qırağa. Deyirəm ki, ümumiyyətlə tək sünnilərdə yox, şiələrdə belə o qədər fərqli hədislər var ki, bunlar hansısa məqsədə qulluq eləmirlər. Sadəcə olaraq o dövrdə hədis yazma ənənəsi var idi və insanlar gördükləri hər şeyi, yəni peyğəmbər haqqında eşitdikləri hər şeyi yazırdılar. Və burada da ola bilər kimsə səhv gətirib çatdırıb o xəbəri. Yəni bu təfərrüatları bilmirəm də. Yaxşı, tamam, sakin. Sənin gətirdiklərin səhv olma ehtimalı yoxdur. Tək mənim gətirdiyim bir hədisin səhv olma ehtimalı. Niyə görə mənim gətirdiklərimin səhv olma ehtimalı yoxdur? Sən aparıb Qəmər surəsində Türkün məsələ Zümər surəsinin 614-cü illə gəlməsini əlaqələndirdiyin üçün sən deyirsən ki, bugünkü gün onun səhv olma ehtimalı yoxdur. Deyim niyə? Bax. Çox üzr istəyirəm, bir dəqiqə. Mütəvatir nə deməkdir bilirsən? Mütəvatir. Mütəvatir hədislər, bəli. Yox, hədis ümumiyyətlə mütəvatir anlayışı bilsən də nədir? Fərqli yerlərdən eyni şeyin sənə çatdırılmasına mütəvatir deyirlər. Misal üçün, bax, Raul, sən oturmuşsan evdə. Aha. Oturmuşsan evdə. Bir dənə 50 adlı dostun gəldi, girdi evə, dedi ki, Raul, Parqovda bir dənə 31 ilə 07 girib bir-birinə 10 nəfər xitmə xəşil olub. Düzdür? Bunu dedi sənə. Üstündən 20 dəqiqə keçdi, bir dənə Rəsul adında dostun gəldi, sizə qonaq gəlib o da. Deyir ki, Raul, Parqovda 31 ilə 07 girib bir-birinə 10 nəfər xitmə xəşil olub. Dağlayacağım, yarım saatdan sonra bir dənə də dostun gəldi, sən eyni şey dedi. Bu xəbər sənin üçün hansı şeyə minir, qüvvəyə minir? Həqiqət olduğu qüvvəsinə hardasa dəqiq baş vermiş. Yəni düzdür, yenə də gözümlə görməyim heç, amma bugünkü gün 3 nəfər bunu gəlib mənə deyirsə, yəqin ki, həqiqətən baş vermişdi ki, mən bunu gəlib çatdırırlardı. Biz bilirik ki, 3 dənə fərqli adam eyni yalanı dəqiqliyi ilə uydura bilməz. Yəni belə bir təsadüf ehtimalı çox aşağıdır. Və niyə bunu sənə desinlər? İndi mən də deyirəm ki, bax sənə 3 dənə fərqli hədis gətirdim. Və 3 fərqli hədisin üçü də çox dəqiq formada 605-ci ili göstərir. Dəqiq formada göstərir 605-i. İndi deyirəm ki, əgər bu 3 dənə fərqli hədis dəqiq 605-i göstərirsə, niyə görə mən bu 3 hədisi atım qırağa, gedib o hədisi götürürüm? Niyə? Mən niyə bugünkü günü həmin hədis ondan rəvayət olunursa, onu orada görməməzlikdən gəlim, o yüzden mən sənə bayaq da dedim. Kəmiyyət keyfiyyətin ölçüsü deyil. Sən bugünkü günü bunun 3 nəfərin adından fərqli rəvayət olunursa, bunlar həqiqətən təsadüf olunurmu, anlamını daşımır, bunlar həqiqətən həqiqi reallığı əks elətdirir deyə biləcəyim bir şey də yoxdur. Yenə deyirəm. Bir dənə sual verim sənə. Sənə dedim, 3 dənə dostun sənə belə dedi. Düzdür? Aha. Gəlib deyirsən ki, təsadüf olma ehtimalı bugünkü günü ola bilməz ki, onlar üçü də eyni şeyi gəlib sənə təsadüfdən yalan. Bir dənə də dostun gəldi, girdi səhər dedi ki, Raul, Parqovda bir dənə avariya olub, Mercedes ilə BMW girib bir-birinə. Həmin o 3 dostun dediyi yeri tərif edir, amma heç kim ölməyib. İndi tam səmimi soruşuram səndən, sənin üçün bu 2 xəbərdən hansı doğrudur? Amma tam səmimidir mən. İnan səmimiyyətimə, sən məndən səmimi anlamda soruşsan da, mən də sənə səmimi cavab verəm. Mən onun daha dəqiqən mətləbinə getməyi, mənbəsinə getməyi, bugünkü günü o mövzunu tam dərindən araşdırmaq üstündə. Yox, sən yəni özüm düzdür, mənim bugünkü günü bu mövzunu, bu yaşanılmışları gözümlə görmə ehtimalım sıfıra bərabərdir. Yox, çünki mən bunu heç vaxt görə bilmərəm. Bax, ağıl sənə nə deyir? 3 dostsun sənə. Ağıl, yəni daha çox yüksək potensial ehtimalında mənə deyir ki, o 10 nəfərin ölmə ehtimalı daha yüksəkliyin verir. Başa düşürsən? Sən mənə bugünkü günü yenə deyirəm, mən bunu ilkin baxış açısından deyirəm. Bugünkü gün o demək deyil ki, sənin həqiqətən dediklərin bu gün həqiqəti gətirir göstərir. Mənim demək istədiyim odur ki, yaxşı, tamam, sən dediyin həqiqətdir. Qoydum bu hədisi qırağa. Bu hədisin yazılmasından məqsəd, məna, məntiq nəyə görə var? Hədislərin yazılmasında xüsusi məntiq axtarmaq lazım deyil.
Sən hədis yazılma tarixi ilə biraz maraqlansan özündə görərsən ki, burada ciddi bir hədisin təməl məqsədi budur ki, Peyğəmbər sünnəsini bizə Qardaşım, gətirib. təməl məqsəd deyəndə ki, mən təməl məqsəd güdmürəm. Yazardı 16. Ha, Niyə yazdı bu altı? yazan adam niyə bunu bu cür yazıb, mən bilmirəm. Və bunu belə yazması mənim üçün əslində heç bir mahiyyət daşımır. Mənim üçün mahiyyət daşıyır və bugünkü günü bax bizim yaradan insident aramızda yaşanan bugünkü günü bu müzakirə bunun üzərindəndir. Sən də mən bugünkü gün 16 oxusaydın, gəlib sənə niyə mən gəlim deyim ki 16-nı dəyişdirim 6 eləyim. Demərsən ki orada 16 yazdı və bu yüzdə heç bir aramızda ziddiyyət fərqi yaranmazdı. Mən də sənin dediyin kimi olduğu kimi qəbul edərdim mövzu qardaş. Tamam, mən düşünürəm ki, Rauf, bu məsələdə yəni mənim düşüncəm budur. Və təbii ki, buna qərarı izləyicilər YouTube-a da qoyacağımda icazə vermişdin ki, bu debatı qoyum. Təbii ki, təbii ki, təbii ki. Bu qərarı izləyən insanlar verərlər ki, Ziya tutarlı arqument verdi, yoxsa Rauf. Mən düşünürəm ki, arqument verdi. Bundan sonra artıq bu mövzunun üstündə mənim uzatmağım mənə görə mənasızdır. Mən belə düşünürəm. Qardaş, mənə görə də mənasızdır. Mən zaten deyirəm ki, bugünkü günü təməl olaraq bu qədər insanın bunu deməsində, sən necə ki demirsən ki, kəmiyyət, keyfiyyət mövzusu 3 nəfərin dediyi daha həqiqətə uyğundur. Bəs bu qədər insanın İslamın ortasında bu mövzunu həqiqətən İslamın 4 məzhəbinin 4-ünün də mən yenə deyirəm, müştəhidinə də bunu demişəm. Tək danışdığım Ziya ilə danışmamışam mövzunu. İslamın müştəhidinə də demişəm, İslam aliminə də demişəm. İslam alimi yox, İslam müştəhidinə demişəm. Yəni İslamla daha çox maraqlanan insanlar da, yəni bu mövzu barədə ixtilaf yaşanmayıb. Mövzu barədə ziddiyyət fərqi yaranmayıb. Mən sənə başqa bir sual verəcəm. Tutalım ki, sən dediyin düzdür. Peyğəmbər xanım Ayşə ilə 9 yaşında evlənib. Və bu hadisə baş verir 622-ci ildə Ərəbistanda. Razısan bundan? Aha. Bugünkü gün eyni 10 il evli qalmışsa da bəli. İndi zəhmət olmasa mənə problemi izah elə. Bu evlilikdə hansı problem var? Amma xahiş edirəm rasional dəlillərlə izah elə mənə. Mən dinləmək istəyirəm səni. Əsaslandırımda bu evlilikdə hansı problem var? Gəlib bu evlilik əgər 6 yaşında bu ilə nişanlanmış və 9 yaşında ailə həyatı qurmuş sayılırsa, sən mənə bunun düzgün yerini xatırlat ki, burada düzgün nəyi anlayayım? Burada məna və məntiq olaraq nəyi düzgün çıxardım Ziya? Niyə görə düzgün anlamalısan? Çünki həmin dövrdə dünyanın hər bir yerində, bax Qardaşım, həmin dövrdə Ziya, həmin dövrdə mən günümdən bu gündən danışıram. Onda belə çıxır ki, sənin peyğəmbərin yaşayış, həyat tərzi və yəni bugünkü günü sənin Quranın içində əsaslandırdığın, bugünkü günün dəlillərlə mənə sunmağa çalışdığın həyat tərzi gününlə uzlaşa bilmir. Razısan bu fikirdən? Deyim sənə. Günlə uzlaşır niyə görə? Bax diqqət elə burada. Uzlaşmır. Sən bunu deyirsənsə, o vaxtı belə olub, nə bilim, Əflatun belə deyib, yox. Belə bir mövzu keçərli deyil də qardaşım. İndi icazə ver izah eləyim sənə niyə görə uzlaşır. Bax mən sənə ən başda dedim ki, Raulcan, İslam evlilik yaşı təyin eləmir. Çünki yaş dəyişkəndir. Evlilik Sağ təyin edir. Okay. İndi bax Sağ təyin edir. diqqət elə. Bax İslam konstitusiya kimi bizim qabağımıza qanun qoyur. Rüşd yaşına çatdıqdan sonra evlənə bilərsən, düzdür? Aha. Əqli yetkinlik yaşa çatmış şəxsin evlənməsini məqbul görür. 622-ci ildə fərz elə ki, bir qız uşağı 9 yaşda rüşdə çatırdı. İndi o dövr üçün 9 yaşında rüşdə çatırdı. İndi bu o deməkdirmi ki, mənim üçün də bu gün İslam'a görə 9 yaşında rüşdə çatmalıdır qız uşağı. Bu mənəyə gəlir. Bax indi. O vaxt üçün 9 yaşında qız uşağı rüşdə çatırdı. O dövrdə belə. Yəni bugünkü gün rüşdə çatmaq, əqli yetkinlik, həqiqətən öz sərbəst qərarlarını ala biləcək gücə malik olduğunu düşünürsən? Bəs indi bugünkü günü günümüzdə niyə belə deyil? 9 yaşında. Bugünkü günü o vaxt bax hal-hazırki dövrdən söhbət edirəm. İndiki 9 yaşında uşaqla Ayşənin 9 yaşlılığı arasında olan nə oldu? Ayşə bugünkü günü heç bir sivilizasiyadan uzaq. Yer-göy fərqi var. Yox, gör nə deyirəm də, bəs mən də deyirəm ki, yerinə göy. Və o heç bir şey olmayan dövrdə, sivilizasiyanın, informasiyanın, məlumatın olmadığı bir dövrdə Ayşə yetkinlik yaşa çatdı, Ayşə sərbəst qərarlarını ala bildi. Günümüzün bugünkü günündə hər hansısa bir uşaq sərbəst qərarlarını 9 yaşına çatmış uşaq sərbəst qərarlarını ala bilir. Bəli, verə bilmir. Bunun sənə bir dənə nümunəsini Səbəb göstərəm. nədir? Bunun sənə bir dənə nümunəsini göstərəm. Misal üçün,
Bizim tariximizdə Şah İsmail Xətai deyə bir adam var. Bilirsən də, yəqin tanıyırsan. Bəli də Səfəvilərin hökmdarı, hə. Adam 14 yaşında, 14 yaşında, bax diqqət elə, dövlət idarə edirdi. İndi səndən soruşuram, tam səmimi mədir. Bu gün 14 yaşında bir uşağa prezident qoysaq, ölkə idarə edə bilər ya yox? Sən Şah İsmail Xətainin idarə etdiyi, bax abi dövlət qardaşım, proyeksiyon yanlışdır. İnan ki, proyeksiyon yanlışdır. Bax deyirəm ki, o dövrdə zaten biz krallara baxanda görürük ki, adamlar 12 yaşında, 13 yaşında kral ola bilir. Sən zaten bunu bu gün tətbiq edə bilmirsən. Bunların toplumu bu idi. Bunların toplumu bu idi. Daha gözəl. Bəlkə Bax, bax gör nə deyirəm, onda gəl gör nə deyirəm. Onda Şah İsmail özü 14 yaşında olsa, Şah İsmailin ondakı altındakılar da 12-13 yaşında olur. Hamısı. Orada böyük bir insan olmayıb. Yaxşı, böyük bir sərkərdə olmayıb. yaşa. Bax indi mən sənə onu deyirəm ki, görürsən hələ 1500-cü ilə gedəndə bugünkü 14 yaşında uşaqla o 14 yaşında uşağın arasındakı fərqi gördüyümüz zaman biz başa düşürük. O idarə etməklə bu idarə etmə arasında çox tamamilə dəyişkən fərq var. Bugünkü günü Hindikinin də 14 yaşında uşağın apar qoy həminki dövrə, sənin üçün dövlət yox, sənin üçün orada bütün opşi imperiyanı idarə eləsin. And Allah eləyə bilməz. Mümkün deyil. Yəni bax gör nə deyirəm, sən Şah İsmailin indiki 14 yaşında uşağın əqlindən 14 yaşında mən sənə uşaq göstərirəm ki, hər şeydən anlayır, bugünkü günü IT-şnik. Uşaq altını da bilir, üstünü də bilir. Sənə fiziklə gəlsin, otursun, hər bir şeyin xırdalasın. İdarəçiliyi də desin, ağılla olur, idarəçilik. Fizika, bunlar ayrı şeylərdir. Bunu 3-cü sinifdə də bilir. Bəzilərini deyirəm də təbii ki. Amma biz görürük ki, o dövrün, Yox, mən demək istədiyim, buyur. İnkişaf yaşı ilə bu dövrün inkişaf yaşı fərqlidir. İndi sən icazə versən, mən sənə tarixdən bir neçə evlilik yaşı tarixləri demək istəyirəm. İcazə versən? Buyur. Amma bax mən sənə, bax bu mövzunu tamamlamamış keçirsən o birisi mövzuya. Qoy mən sənə bir şey deyim. 14 yaşına çatmamış, bugünkü günü həmin o uşağın onu idarə etməsinə mən sənə deyirəm ki, orada o uşaqları inkişafa çatdıran nə idi ki, bugünkü gün həmin uşaqlar o şəkildə inkişaf eləyə bilmirlər. O şəkildə düşünə bilmirlər. Nədir o amil? Nə amildir? Hansı amildir ki, onlara təsir edir? Bilmirəm. Burada iqlim şəraiti var, burada sosial şərait var, burada ailə daxili struktur şəraiti var. İstənilən bir toplumda, Yalan deyirsən Ziya. Yalan deyirsən qardaşım. Yalan deyirsən. O nəyə görə yalan deyirsən? Bax gör nə deyirəm. Üzr istəmirəm bu sözümə görə. Bəlkə xətifə deyirəm. Mən sənə deyirəm ki, indikinin 15-16 yaşındakı uşağın apar qoy. Həmin 10 dənə sənin dövründən danışdığın bədəvi ərəbini aparıb çaya susuz gətirsin susuz. Tamam, əgər deyirsənsə ki, yalan deyirsən, tamam. Bunu da izləyicilər qərar verərlər. Yəni mən deyəcəm düz deyirəm, sən deyəsən yalan deyirsən. Burada çıxacağıq bir dənə tipikə. Yox, mənim elə bir məqsədim yoxdur. Mən istəyirəm ki, normal nətər deyim, bir-birimizi anlayacaq şəkildə bir müzakirə olsun. İndi sən mənə deyirsən ki, yalan deyirsən, düzdür. Mən də sənə qalib deyəcəm, düz deyirəm. Burada nə dəyişəcək? Mən deyəcəm düz deyirəm, sən deyirsən yalan deyirsən. Mən deyirəm bunu izləyicilər, məsələn, burada istənilən yüngül tarix, mədəniyyət, sosiologiya, biologiya və sair mövzulardan xəbər olan insan bilir ki, mühit, sosial şərait, ailə strukturu və sair məsələlər uşağın yetişməsinə təsir göstərən faktorlardır. Yaxşı, səndən bir belə şey soruşum. O insanların zəkası, o insanların beyni daha yüksək inkişaf eləmişdir, yoxsa ki, indiki insanların zəkası, beyni, düşüncələri daha çox inkişaf eləyir? Sualı belə qoyum. Zəka inkişafı deyəndə sən ümumi həyat anlamında, baxış bucağı anlamında. Düşünmə bacarığını qəsd eləyirsən, yoxsa intellektual yükü qəsd eləyirsən? Hər tərəfli. Bax da sırf elmi anlamda Hər demirəm. tərəfli desən, Sırf intellektual həyatı anlamda. Tamam, intellektual yük bugün çoxdur, amma təfəkkür bacarığı əvvəl güclü idi, əvvəl çox idi. Səbəb? Səbəbini izah edeyim sənə, bax. Ümumiyyətlə, bütün müasir, bütün deməyim, amma belə deyim də, köklü biologiya alimlərinin bir çoxu hətta iddia edir ki, bir neçə yüz ildən sonra insan beyni bugünkündən daha da balacalaşacaq və insanda böyüyən orqan göz olacaq, beyin yox. Niyə görə deyim sənə? Çünki beyni həcmin böyüdən şey onun düşünmə bacarığıdır. Müasir dövrdə texnologiya bizim düşünmə bacarığımızı müəyyən qədər əlimizdən alır,
Artıq bizim düşünməyə ehtiyacımız olmur. Biz hər şeyi orada tapırıq. Ona görə də beynin düşünmə funksiyasına artıq o qədər ehtiyacımız qalmır bizim zaman getdikcə. Necə adi süni intellekti görürsən də, süni bir dənə sual versən, düşünməyə ehtiyac yoxdur. Adam var, qarpız seçəndə də şəklini çəkir, atır ki, bir dənə qarpız seçsə, düşünmür adam. Ehtiyac duymur. Və bəzi bioloqlar deyirlər ki, gələcəkdə 200 ildən, 300 ildən, 400 ildən sonra hətta insan beyni daha da balacalaşacaq və insan düşünməsi daha da zəifləyəcək. Əsas güc insanın görməsinə düşəcək, gözləri böyüyəcək. İndi mən deyirəm ki, texnologiyanın inkişafı bizim təfəkkür bacarığımıza, tək bizim yox, bizim balaca övladlarımızın da düşüncəsinə ciddi təsir buraxır. Ona görə də Sən danış, şərhdəkilərlə. Ona görə də, məsələn, 300 il əvvəl, 400 il əvvəlki insanın xəyal qurma gücü ilə, düşünmə gücü ilə bugünkü insanın düşünmə gücü fərqlidir. O dövrdə daha yaxşı, aydın düşünə bilirdi insan buna nisbətdə. Amma intellektuallıq bugün daha çoxdur. Niyə görə? Çünki əlimizdə olan data daha böyükdür. Onda belə çıxır ki, bir 400 il, 500 il sonra, yaxşı, gəl bir 15 əsrdə gələk üstünə, bugünkü günü bizim bu yaşadıqlarımıza baxacaqlar və deyəcəklər ki, tamamilə gülməlidir. Eynilə biz necə ki, bugünkü gün Ayşənin bu hərəkətini əxlaqi norma prinsiplərində, İslam konteksti anlayışında və nətər deyim, konstitusiya qaydalarına zidd görürük. Hər bir anlamda zidd gördüyümüz kimi onlar da bizim yaşayışımızı zidd görəcəklər. Bu tamamilə yenə deyirəm, ağlabatan bir fikir deyil. Çünki sən gələcək bir fərziyyələrdən söhbət edirsən abi. Və bunun bu şəkildə olacağı bax görə deyirəm. Bax görə deyirəm. Bu şəkildə nətər deyim, bunu bu şəkildə yazmaq lazım deyil. Mən sənə həqiqətlərdən və dəlillərdən danışırım abi. Mən sənə deyirəm ki, sən deyirsən, sən mənə sual verirsən ki, onun 9 yaşında evlənməsində nə kimi bir qəbahət görürsən? Və mən sənə deyirəm ki, Peyğəmbərin 40 yaşında bu hərəkəti eləməsini bugünkü gününlə əlaqələndir və buna bir müsbət dəyər ver. Buna bir müsbət nətər deyim, don geyindir. Deyim sənə, bax, bugün misal üçün deyirəm, Raulun yaşadığı ölkədə evlilik yaşı 18-dir, düzdürmü? Bugün Azərbaycanda 18 yaşında evlənən, məsələn, biri qız alıb 18 yaşında, özünün 30 yaşı var. Buna kimsə qanuni çərçivədə və ya ürfi çərçivədə nəsə deyə bilərmi? Problem yoxdur burada. Xeyr, təbii ki. İndi üstündən 500 il keçir, təsəvvür elə, getdik 500 il sonraya. Evlilik yaşını qaldırıblar 18-dən 30-a. O dövründə 500 il sonra da Ziya ilə Raulu oturublar üzbəüz. Raul deyir ki, o dövrdə Ziya var idi, 500 il əvvəl yaşamış deyə. Görürsən o əclafı 18 yaşında qızla evlənib. Bax, indi sən bunu deyirsən, hə? Bu dəlildirmi ki, mən səhv eləmişəm? 18 yaşında qız almaqla səhv eləmişəm. Bax, görə deyirəm. Ortalama yaş ömrünü neçəyə götürürsən insan ömründə? İndi yaşama ortalama yaş həddi. 60-70 belə də, yəni bu şəkildə götürülür. Bunun artıb və yaxud da ki, azalma ehtimalına dair heç bir fikrimiz yoxdur. İnsan üçün ortalama yaş həddi daimi bioloji terminlərdə 60-70 yaş nəzərdə tutulur. Və 60-70 yaşlıq bir ömrün çərçivəsində ki, yəni nətər deyim, bu həmin ömrün içərisində 9 yaş, 13 yaş, 12 yaş sənin üçün nə qədər bir böyük göstərgə bir rəqəmdir ki, sən bunun həqiqətən nədən böyük bir insan olduğuna dair və yaxud da ki, öz əqli qərarlarını özü verə biləcəyinə dair bir sübutun var və yaxud da ki, hər hansısa bir dəlilin var, mümkün deyil. 9 yaşındakı uşağın yenə də deyirəm, beyninin həcmi bu boydadır. Bunun formalaşması o dövrdə də, bəli, o dövrdə də, bu dövrdə də. Yəni Məhəmmədin dövründə ortalama yaş dövrü neçə idi ki? 1500 deyil də yəqin ki. Nə? Məhəmmədin dövründə ortalama yaş 1500 il deyildi. Yo, daha az idi. 30 yaşında. Hə, tutalım ki, o zamanda yox, 30-40 yaş deyildi. Elə ortalama yaş yazmır. Bugünkü gün 60-70 necə görürsənsə, eyni şeydir. 60-70 yaş tibb inkişaf eləyəndən sonra oldu. O dövrlərdə hətta Romanın özündə belə qanun qaydasını qoydular. Sadəcə bu rəqəmi qoydular. O dövrdə də var idi 60-70 yaş yaşayan insanlar. Yox. Təbii ki var idi. O dövrdə ortalama yaş 40 idi. Maksimum 50. Demirəm ha, bəzi insanlar çox yaşayırlar o öz yerində. Məsələn, Peyğəmbər özü 63 yaşında vəfat edib. O öz yerində. Ay sağ ol. Bəs mən də sənə bugünkü günü bunu deməyə çalışıram. 60 yaş, 70 yaş normal idi. Deyim niyə görə 30-40 idi o dövrdə? Çünki birincisi,
həyat şərtləri həddən artıq çətin idi. Müharibələr, döyüşlər, ora qaçmaq, bura qaçmaq çətin idi. İki, xəstəliklərin müalicəsi yox idi. Yəni xəstələndin, bitdi. Söz getdin. Yəni bugünkü günü tibbi inkişafı bu gün insan ömrünün 60-70 yaş dəyişməsinə dair. Yəni ki, bugünkü günü mən yenə deyirəm, ölüm anınıza gəldi. Hər hansısa bir insanın bədəndə maddələr mübadiləsi, ürək qan dövranı, sinir sistemi trombolaşma yarandısa insan öldü, ifs yox. Bu ilə bitmiş sayılır. Yəni tibbin buna hər hansısa bir uzatması və yaxud da göstərgəsi yox. Mən sənə deməyə çalışıram ki, 60-70 yaş o dövrüsündə normal bir rəqəm sayılırdı, bu dövrüsündə normal bir rəqəm sayılır. Onda deyirəm ki, 9 yaşlı bir uşaq deyirəm mən ona, hətta körpə deyirəm. Beyninin həzmi və öz qərarlarını özü verə biləcək yaşda olması hansı məntiqə, hansı təfəkkürə sığır? Yəni mən həqiqətən Ziya, sənin kimi bir insanın abi, bunu normal bir rəqəm olacağını, bu insanın bu yaşda öz qərarlarını verə biləcəyinə dair bir düşüncəm yoxdur. Ona görə mən sənə bu sualı verirəm. Yox, o dövrdə mən sənə misal da verdim axı. Məsələn, qədim dövrün sənə şahlarından, sərkərdələrindən misal çəkərəm ki, adamlar 10 yaşında, 11 yaşında, 12 yaşında at belində cəngavər kimi girirdilər müharibəyə. Bugün hansı uşaq bunu eləyə bilər 10 yaşında? Kim eləyə Bax, bilər? mən sənə deyirəm ki, bugünkü gün onda sən bunu belə desənsə, mən də deyirəm ki, Şah İsmailin əlinin altında olan insanların 12-13 yaşı olur. Və bugünkü gündə günümüzdən gəl günümüzdən də aparaq 14 yaşında uşaq qoyaq. Mən sənə deyirəm ki, Şah İsmail qədər azı var. Azı var. Mümkün deyil. Yəni bu Sən o sənə görə mümkün deyil də. Bax sən öz fikrində iddialısan, mən də öz fikrimdə iddialıyam abi. Mən sənə indi bax mövzunu gətirdi İslamda evliliyi, İslamda yaş həddi. Tamam. Bu gün niyə Ziya 9 yaşında da, onda da 9 yaşında qadın heyz görürdü abi. Bəli. Bu gün də görür. Bəli. Tibbi anlamda heç bir dəyişiklik yoxdur ki mövzuda. Necə? Tibbi anlamda insan anatomiyasında, bioloji anlamda bunda heç bir dəyişiklik yoxdur ki. Fizyoloji, əqli için fərqi var. Bax deyirəm də sonra icazə ver, izah edeyim də sonra. Abi heyz görmək bu mövzunun vacib tərəfidir. Bunu daxmayasan. Heyz görmək mövzunun ən tutarlı tərəfidir. Niyə? Heyz görmək. Niyə də, niyə? Çünki zaten bugünkü günü yəni bioloji anlamda qadının heyz görməsi onun bioloji anlamda yetkinliyə çatmasını göstərir. Yəni onda Sən bax gör nə deyirəm, heyz elə bu məsələnin həllidir əslində. Mən sənə deyirəm ki, onda da 9 yaşında qadın heyz görürdü, indi də 9 yaşında qadın heyz görür. Yəni qadın demirəm, mən ona körpə uşağı deyirəm. Burada ikisi də 9 yaşında görürsə, həmin o uşağın vaxtında Ayşənin evləndiyi dövrdə bura keçən 1500 il ərzində insan biologiyasında heç bir dəyişiklik yoxdursa, indi niyə bunu məqbul görmürsən? Və indi bunu niyə qəbul eləmirsən? Nə dəyişdi ki? İzah edeyim də sənə bax. Çünki mən bir müsəlman olaraq evliliyə bioloji bir faktor kimi baxmıram, sosial faktor kimi baxıram. Bu fərqlidir. Misal üçün, mən məsələn sənin tam düşüncəvi bilmirəm də, naturalistsənmi, materialistsənmi, sosialistsənmi? Materialist. Məsələn, bir naturalistin, misal üçün deyirəm də, 9 ya, məsələn, heyz olan kimi bir qadınla evlənməsi çox normal bir şeydir. Niyə görə? Çünki naturalist hər şey təbiətdən ibarətdirsə, deyirsə, bunun məsələyə bioloji baxması normaldır. Amma mən dini, belə deyim də, dinin içində olan bir insan kimi, dini qəbul edən insan kimi, mən evliliyə bioloji faktor kimi baxmıram. Mənə görə bu sosial hadisədir, bioloji hadisə deyil. Çünki evlilik tək nəsil artırmağa xidmət eləmir. Evlilik bir dənə institutdur. Bax, indi gələcəm. Sosial da baxsaq. Yaz. Sosial da baxsaq. Sosial da baxsaq, bioloji da baxsaq. Bu yaş həddi ona heç bir anlamda kifayət eləmir abi. Bu fikrinlə razısan? Xeyr, razı deyiləm. Razı deyiləm, qətiyyən razı deyiləm. Birdən niyə razı deyiləm? Mən sənə sual verdim, cavab vermədin. Mən sənə sual verdim ki, Raul, 500 ildən sonra evlilik yaşı, misal üçün, 30 deməyim, 25-ə qaldırılsa və 500 ildən sonra bir dənə Raul'la Ziya, o dövr Raul Ziyası da, canını açıb desələr ki, Ziya nə əzraf adam olub, 18 yaşında qızla evlənib. İndi bu, onların dediyi söz həqiqət olur, yoxsa yox, tam səmimi fikri verdim mənə. Əvvəla biz sağ üzərindən danışmırıq.
yəni gələcək zaman üzərindən danışmırıq. Biz hal-hazırdakı, indiki və keçmiş zamandan, şuhudi keçmiş zamandan, yəni nəqli keçmiş zamandan yəni belə danışırıq. Biz günümüzün 1500 il əvvəlki İslamla müqayisəsini aparırıq. 500 il əvvəl bəlkə də heç qeyri bir qadın formatı, qeyri bir insan formatı dünyaya gələcək. Başqa bir insan formatları çıxacaq, onları deyə bilmərəm. Amma mən sənə deyirəm ki, ehtimalımı qəbul eləmədim. Mən yox sənə da yox, təbii ki. Tamam. İndi çox üzr istəyirəm. Mən sənə tarix deyirəm. Mənbəsində verəcəyəm. Özün get yüklə bax. PDF formatda da var. Tarixi araşdırmadır. Müəllifinə görə, kitaba görə deyəcəm. Bax. 1275-ci ildə 800 il bundan əvvəl 1275-ci ildə İngiltərəli Edward Coke evlilik yaşını 12 yaş olaraq təyin edir İngiltərədə. Bax, hələ 1200-cü ili deyirəm ha. 600-cü ili demirəm. Diqqət elə. 1576-cı ildə hüquqşünas Matthew Hales İngiltərədə evlilik yaşını 10-11 olaraq müəyyən edir. 1200-də evlilik yaşını 12 təyin edirlər İngiltərədə, Avropanın göbəyində. Bundan 300 il sonra salırlar 10 yaşa evlilik yaşını. İndi diqqət elə. 1791-ci ildə Fransada evlilik yaşı 11 idi. 1791. Bundan 300 il əvvəl, 200 il əvvəl daha çox. 1863-cü ildə, bundan 150 il əvvəl, 1863-cü ildə 13 yaş idi Fransada evlilik yaşı. Danimarkada, İsveçdə 1863-cü ildə yaş həddi 10-12 yaş idi. Və 19-cu əsrin sonlarında bunu 13 yaşa qaldırırlar. 1875-ci ildə İngiltərədə yaş həddi 13-ə qaldırılır. İndi bax, hələ mən ehtimalımı qəbul eləmədim mənim. Dedim, gələcəkdən danışsam boş söhbət. İndi mən tarixlə danışıram. Deyirəm ki, bizdən, biz 1400 ili qoydum, qırağa 1400 il bizə nə boyda böyük zamandır. 150 il əvvəl insanların evlənmə yaşı 10-11 olub, 12 olub, 13 olub, 150 il əvvəl. 150 il bax, bir əsr yarımdan söhbət gedir. Mən sənə deyirəm ki, hələ biz 90-larda, 90, 80-larda, 40-larda bugünkü günü az yaşlı uşaqların SSR-nin tərkibində olduğumuz vaxtda belə, nətər deyim, uşaqların ərə verilməsini görmüşük. Az yaşlı insanların, az yaşlı qadınların 14-15 yaşında ərə getdiklərini görmüşük. Elə deyil. Burada da heç bir qəbahət olmuyor. Və bugünkü günü dövlət səviyyəsində bu konstitusiya qaydalarında da ziddiyyət təşkil eləməyib və götürülüb bunlar heç bir cinayət məsuliyyətinə cəlb olunmayıblar. Mən günümün bugünkü günü konstitusiyalarında sivil bir cəmiyyət, sivil bir dövlətin içərisində günümlə uzlaşmayan tərəflərindən söhbət edirəm. Mənə üçün gedib 13-13 yaşa getməyə ehtiyac yoxdur ki, qardaşım. Mən sənə deyirəm hələ biz 100 il, 50 il, 80 ilə gedəndə biz orada nənələrimizin, babalarımızın az yaşlı olaraq ərə getdiklərini görmüşük. Bəli. Barral, bugün müasir sən dedin Azərbaycan var, demokratik konstitusiyası olan, qanunlar olan Azərbaycanda. Ümumiyyətlə kim bax çıxıb dava edir ki, 9 yaşında qızdan evlənəcəm mən. Bunun davasını kim eləyir ümumiyyətlə? Qardaşım, nətər evlənmirəm deyir, ya necə? Yox, kim dava edir ki, mən 9 yaşında qızla evlənmək istəyirəm. Bunun davasını eləyən adam var ümumiyyətlə. Bunun davasını heç vaxt eləyə də bilməzlər. Tamam da, yəni deyirəm, fakt eləyən var indi, yoxsa yox. Yoxdur, təbii ki, eləyən yoxdur. Niyə də eləsinlər? Çünki normal, əqli, düşüncəli bir insanın yerində niyə 9 yaşında uşaqla evlənmək istəsin ki? Bugün bunun davasını niyə eləyir ümumiyyətlə? Biz bunun bugün ona görə davasını, dava deyil qardaşım. Dünən mövzu İslamdan, nikahdan, şəriət tərkibindən gelirsə, ona görə eləyirik ki, mən də misal olaraq deyirəm də, bugünkü gün İslamın örnəyi olaraq kimi görürsən, İslamın təməlin kimi görürsən, İslamın elçisi kimi görürsən. Peyğəmbər. Bəli. Bugünkü günü Peyğəmbərin yaşayış tərzindən biz danışırıq da. Bugünkü günü Peyğəmbərin yaşayış tərzindən danışdığımız üçün sənə nümunəvi olan Peyğəmbərin bu hərəkəti elədikdə, bugünkü günü bu insanların bunu eləyə bilməyəcəyi düşüncəsi burada... Bunu da da, başdan bunu da da. Mən təbii ki, mən bunu deməyə çalışıyorum. Görəcəm, qardaşım. Niyə bugünkü günü Peyğəmbərin bunu eləyir? Amma sənin bugünkü günü bunu eləməyə, yəni mənə normal sayın. Onda belə çıxır ki, üzr istəyirəm. Onda belə çıxır ki, sənin Peyğəmbərin gətirdiyi, yaşadığı dövr, İslami şəriətdə bugünkü gün sənin məqbul saydığın hətta hədislər nə bu günümüzlə uzlaşır, nə sənin həmin İslamı günümüzün 2025-də 2026-ya bir ay qalmış, nə də bu günümüzlə uzlaşır, 2026 ilə uzlaşır. Sivil bir cəmiyyətlə, sivil bir qayda ilə İslami şəri hökmlər
Məsəl üçün, hətta fiqh məsələlərdəyim, heç bir şəkildə uzlaşmır qardaş. Tamam. Mənim Öyle değil. deməyə çalışdığım budur. Sənin örnək götürdüyün insanın etdiyi şeylərdir. Bunu mən eləməmişəm. Bunu ziya eləməyib. Çok güzel. Bu argumenti sevdim senin. Güzel. Bunu elə bir yaxdan denən bu üzrə gedək də bizdə bax. Peyğəmbərin elədiyi əməllər üç hissəyə bölünür. Birincisi, dinin vacib buyurduğu əməllər. Məsələn, Allah Peyğəmbərə əmr eləyir ki, bunu elə. Düzdürmü? Birinci budur, razısan bundan. Məsələn, get namaz Bəli. qıl, oruç tut, cihad elə. Bunu Peyğəmbər eləməyə bilməz və Peyğəmbərlə birlikdə biz də eləməyə bilmərik. Bu bizim üçün fərzdir, vacibdir. Düzdürmü? Aha. Gözəl. Təbii ki, fərzdir, bəli, vacibdir. İkincisi, Peyğəmbərə tövsiyə olunan, Allah tövsiyə edir ki, bunu eləsən daha yaxşıdır. Əmr eləmir, demir, bunu eləməsən sən cəhənnəmliksən. Deyir, eləməyə bilərsən, Aha. amma bunu eləsən daha yaxşıdır. Bu məsələ bizim üçün də keçərlidir. Biz də, misal üçün, Allah Peyğəmbərinə deyir ki, oturub su içsən daha yaxşıdır. Biz də bugün oturub su içsək, bunu qəbul edirik ki, bu daha yaxşıdır. Bu ikinci məsələ. Ha, müstəhəb deyək, sizin dilimizlə müstəhəb. Sünnə və yaxud müstəhəb deyirik buna. Bir də var üçüncü, mübah dediyimiz əməl. Bu, Peyğəmbərin sosial standartlarından qaynaqlanıb. Misal üçün, Peyğəmbər səfərə dəvənin üstündə gedib. O dövrdə əgər Xammer olsaydı, Peyğəmbər Xammerlə gedəcəkdi. Range Rover o dövrün nəqliyyatı nə idisə, standart nə idisə, Peyğəmbər onunla gedirdi. Və yaxud Peyğəmbər bir nəfərə zəng edib iPhone-la yığmırdı ki, gəl filan yerə. Elçi göndərirdi ora, məktub göndərirdi, verirdilər məktubu. Bu sosial standartdır. Evlilik məsələsi də, evlilik yaşı məsələsi. Dövrə görə dəyişən bir standartdır, ürf standartıdır. Peyğəmbər nə deməyib ki, mütləq gedin 9 yaşında qız alın. Nə də Peyğəmbər deməyib ki, 9 yaşında qız almaq yaxşı bir şeydir. Elə söz yaxşıdır. Bu sadə mən bax yenə də deyirəm, bax çox Deməyib, bax görədir. Yenə bitirim. Ha, de. Çox üzr istəyirəm. Bax mən yenə də deyirəm, mən başda da öz əsaslarımı da verdim ki, niyə görə Peyğəmbərin 9 yaşında qız almasını qəbul eləmirəm. Bunu qoyduq qırağa. Burada mənim dediyim odur ki, fərz eləyək alıb. Fərz eləyək. İndi deyirəm ki, Peyğəmbər bunu... Fərz elə yox, elə alıb. Aha. Yox, almayıb da. İspat eləyə bilmədim də. Tamam. Mən, yaxşı, qoy olsun sən deyən, qoy olsun sən deyən. Amma yəni mən fikrimi dəyişmirəm, fikrimdə üstə dururum. Buyur. İndi mən deyirəm ki, Peyğəmbər nə bizə deməyib ki, gedin 9 yaşında qız alın. Nə də deməyib ki, 9 yaşında qız alsınız yaxşıdır. İndi Peyğəmbər dəvə üstündə gəzib deyə, mən də buradan durub, məsələn, işə dəvə ilə mi getməliyəm, Peyğəmbər belə edib deyə. Sosial standartdır da. Qardaşım, sosial standart sənin dövrünün informasiyası, sənin dövrünün sivilizasiyası, sənin dövrünün inkişafı bugünkü günü o mövzularla uzlaşmır. Bugünkü gün yenə deyirəm, onlar dəvə üstündə gedib, sən dəyişib təyyarədə gedirsən Məkkəyə. Bu Gözəl. başqa bir şeydir. Gözəl. Bu başqa bir şeydir. Amma bu mövzunun evliliyə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Var. Həmin o yaşda, o insanın da orada da olan 9 yaşında uşaq sayılırdı. Eyni tibbi terminlərdə Evet. heysalı 9 yaşında görürdü. İndiki uşaq da 9 yaşında heysalı görür. Bu qədər bəsitdir yəni. Valla sayılmırdı. İnan Çox sayılmır. səmiyyətimə sayılırdı. İnan səmiyyətimə sayılırdı. Ya bax, mən sənə deyirəm ki, Tərəflər. yaxşı sən 9 yaşında uşağı necə böyük təsəvvür edə bilirsən ha? Deyim sənə, diqqət elə deyim sənə o. Ərəblərdə 8-9 yaş ümumiyyətlə qərar vermə yaşı kimi sosial olaraq bu cür qəbul olunurdu. Hətta misal üçün Qardaş, onda belə çıxır ki, ərəbi gör nə deyirəm. Onda belə çıxır ki, sənin abi gətirdiyin dövrü, İslami, şərif hökmlər, bugünkü gün onun üzərindən bu gün təməl qaynaqlarda qaynaqlanan, bu gün onu mənə misal primer çəkən ki, və İslam ölkəsində İranda olsun, İraqda olsun, peyğəmbər bunu belə eləyib, bizim nümunəmizdir, bizim kumirimizdir, bu bunu belə eləyib deyən insan, bugünkü gün o mövzuda heç bir nətər deyim, şey görməsin ki, burada 1500 il əvvəl olub, mən də indi bunu bu şəkildə eləyirəm. yəni sən Ona istəyirsən görülməsin, gör nə deyirəm, görülməsin qardaşım. sən görməklərini istəyirsən. Bax gör nə deyirəm. Onda mən demək çalışdığım bilsən nədir? Uzlaşmır. Bax mənə maraqlı olan nədir bilsən? Raul. Siz bu şeyə pis qəbul edirsiniz və istəmirsiniz ki, cəmiyyətdə olsun. Məsələn, sən istəyirsən ki, 9 yaşında qızlar evlənsin Azərbaycanda. Mən sənə bayaq dedim ki, mən 18 yaşında hələ az görürəm. Hə. İstəmirsən də düzdür. Təbii ki. Mən bir müsəlman kimi öz müsəlman qardaşlarıma təlqin edirəm ki, İslam 9 yaşda evlənməyi buyurmur.
Amma sən bir ateist kimi müsəlmanlara təlqin edirsən ki, elə siz 9 yaşında evlənməlisiniz. İndi sual verirəm sənə. Cəmiyyətdə 9 yaşda evlənmək anlayışını sən gətirsən ya mən? Mən evlənməyi təlqin eləmirəm ki, demirəm get evlən. Mən deyirəm ki, sənin təbliğ mən sənə deyirəm ki, sənin təbliğ elədiyin, bax bir qulaq as, bir də qulaq as. Mən deyirəm ki, sənin təbliğ elədiyin dinin sütunlarında boşluq var. Mən sənə deməyə çalışıram ki, zaten bu zidd deməlidir. Mən bunu özümdən Azərbaycanda görüb demirəm. Mən bunu bugünkü günü İranda, Pakistanda bugünkü günü alış-verişə gedəndə bir qoca ağsaqqal, saqqalı buradan sallananın yanında bir dənə körpə başı bağlı bir uşaq görəndə, başı bağlı ki, körpə uşaq görəndə, mən bunu sorğulayaram da, mən bunu deyərəm də, mən bunun kökünə də gedərəm. Mən bunun hər tərəfinə gedib çıxaram. Onu mən gətirməmişəm. Onu mən gətirməmişəm. Onu sənin dinin gətirir. Yox, bildim bax, Raul, 9 yaşında qız uşağı başını bağlayanda nə olur? 9 yaşında mən başı bağlılığa getmirəm ya abi mövzuya. Mən sən mövzunu başını buraxıb yönədirəm. Onu kiçik şeylərdən tutma. Mən sənə deyirəm ki, başı bağlamaqda mən hələ hicab mövzusuna girməmişəm. O insanların şəxsi mən onu geyin tərzi kimi qəbul edirəm. O insanın bugünkü gün elə xoşdur. Bax sən bu yanaşma sevdim. Gözəl, super. Hə, bu insanın bu cürdə, yəni bu insan bunu bu cür xoşlayır. Mən buna bir şey demirəm. Çünki bunun şəxsi həyat tərzidir, geyim formasıdır. Bunu necə istəyirsən. Mən bugünkü günü həmin o qoca kişinin yanında az yaşlı uşaq ki, bununla bu əlaqədə olub. Bu cinayətdir. Bu insan beyninə cinayətdir. Bu insanın zehninə cinayətdir. Bunu heç bir şeydə düşünənmərsən. Əfqanistanda olanı deyirsən misal üçün. Bəli, Əfqanistanda da olur. Mən İranda da görmüşəm bunu. Əfqanistanda, Pakistanda da görmüşəm hətta. İranda harda görmüsən bunu? Hayır abi. Abi İranda görədirəm. 13 yaşında qız uşağına ərə verirlər. Gördüyüm videoda görmüşəm demə, sən də. Bax görədirəm. Sənin üçün indi bəzi videolar keçərli sayılmaz. Bunu mən sənə deyirəm. İranda 13 yaşında uşağı ərə verirlər, vermirlər. Vermirlər. Mən də deyirəm ki, verirlər. Verirlər. Məsələn, konstitusiyada bu qərar nə qədərdir konstitusiyada məsələn? Konstitusiyada sən orada neçə yaş nəzərdə tutursan? 18 yaş nəzərdə tutursan. 16-18 yaşdır belə. Bunlar tutalım olsun 16 yaş. Amma mən sənə deyirəm ki, 13 yaşında verirlər. Hətta o video kadrda məndə qalır. Azərbaycanda da verirlər də. Azərbaycanda da verirlər. Ay qardaşım, zaten bu konstitusiya üzərində keçərli bu qorxurlar bunu verəndə. Gizlin əl altdan qızı ötürürlər belə bir gün vermirlər. Onu ötürürlər. Bu başqa bir şey. Amma mən sənə deyirəm ki, orada ciddi cəza növləri tətbiq olunmur o şey. Burada nə cəza növü tətbiq olunur yox? Orada bugünkü günü həbs eləyərlər də. Həbs eləmirlər. Nə qədər iş verəcəklər ki, ya cərimə ilə çıxacaq. Çünki bu insan sərbəst yetkinlik yaşına çatmayıb şəxsi qərarlarını ala bilməz. Əqli yetkinlik yaşında deyil. Mən bilmirəm, mən soruşuram. Yəni nə qədərdir iş? Mən də bilmirəm. Mən yəni ki, amma bilirəm ki, cinayət məsuliyyəti daşıyır o insan. Yo, aydındır. Mən yenə deyirəm, bax Raul, insanların elədiyi prioritet deyil bizim üçün. Bizim üçün prioritet olan... Ya, bir şey deyirəm, bu mövzuna bağlayıram. 9 yaşında, bax, dövrləri müqayisə eləmirik, gəldiyin və kumiri üzərindən danışdığın Peyğəmbərin həyat tərzindən nisbət deyirik. Bugünkü günü sən, bugün Azərbaycan Respublikasında konstitusiya qaydalarını qoyulan kənara, bir 9 yaşlı uşağın ərə verilməsinə normal, məqbul baxırsan və bunu normal şəkildə qəbul edirsən. Bu gün 21-ci əsrdə Azərbaycanda pis baxıram bunu. 9 yaşı qoyduq kənara, gəldik sənin dediyin yaşa. Tutalım olsun 15 yaş. Normal baxırsan? Yo, pis baxıram 15 yaşı. Sənin dediyin mövzu üzərindən də dedim abi. 16 yaşa da gəlmişsən. Mən deyirəm ki, lap belə mövzunu mən 6 yaşı evlən nişanlı, 9 yaşda bugünkü günü evlənmə yaşı nəzərdə tutum. Lap sənin gəldiyin dəlillərlə də gəlsək, gəlib həmin yaşda 15-16 yaşda çıxıram. Mən yenə deyirəm ki, bu qəbul olunmazdı bir mənalı şəkildə. Bunu bizə sürükləyən kimdir abi? Xanım Ayşən deyirsən? Bəli. Bu Xanım Ayşən deyir tabii ki. Mən deyirəm ki, Xanım Ayşə 17 yox, o dövrdə 9 yaşda da evlənmiş olsaydı problem yox idi burada. Bəs mən də deyirəm ki, nə dəyişdi? Dövr olaraq bir qadını bir bax gör nə deyirəm abi. Gör nə deyirəm 9 yaş, indiki 9 yaşla o 9 yaş arasında nə böyük bir əqli təfəkkürü dəyişiklik ola bilər. İnsan antologiyasında, anatomiyasında, bioloji sferasında nə böyük bir dəyişiklikdən söhbət gedə bilər ki, həminki 9 yaşında Ayşə ilə indiki 9 yaşındakı Gülsüm arasında və yaxud da ki Aytaz arasında fərq nə ola bilər? Bax, evlilik yaşının dəyişməsi heç də atom parçalamaqla ölçülmür.
fizika biliyindən ölçülmür, biologiya biliyindən. Burada məsələ nədir bilirsən? Sosial standartlarda bir insanın evliliyə hazır olmayan, özünü hazır hiss eləmə vaxtı nə zamandır? Üfdə bu cür hesablanır. Sosialda, misal üçün, bir toplumda əgər bir uşaq gözünü açıb görübsə ki, bir qız 9-10 yaşında evlənir, o standart üçün normal olacaq. Artıq o uşaq 9 yaşında özün evliliyə hazır hiss eləyəcək. Bu yenə də deyirəm, sosial standartdır və o Toplum, dövrdə topluma baxıb, mən bugünkü günü topluma baxıb insanların geyim tərzlərinə uyğun geyim seçə bilirəm. İnsanların yaşayış tərzlərinə uyğun daha çox istifadə elədiyi yerlərdən istifadə edirəm. Toplumda nə görürəmsə, mən də onu həyatıma tətbiq edirəm. Bu başqa bir şeydir. Demək ki, həmin dövrdə daha çox insanlar da nəinki 9, 7, 8, 10 yaşında da ailə həyatı qururdular. Mən deyirəm ki, bunlar heç bir şəkildə qəbul olunmazdı və böyük də bir dəyişiklik çıxartmır. Yəni böyük bir dəyişiklik yaxşı deyildi o. Toplumu qəbul eləmirsən? Təbii ki, qəbul eləmirəm. Və onda əxlaq normalarını sən hardan çıxardırsan ki? Yəni toplumu yox, din yox. Nədən çıxardırsan bu? Əxlaq normaları mən sosial cəmiyyətdən çıxardım. Abi, bax bu əxlaq bax görürəm. Mən Ziya. Gəldik çıxdıq əxlaq mövzusu. Mən toplum deyəndə, bax mən toplum deyəndə deyirsən vecinə deyil. Sən sosial cəmiyyət orada. Mən bildim ki, sən mövzunu gətirib əxlaq norma prinsipləri üzərinə gətirib çıxardacaqsan. Bax mən sevmirəm ki. Niyə deyirəm? Deyirəm toplumdan götürülür evlilik yaşı norması. Deyirsən yox. Tamam. Yaxşı, belə deyim. Ayrı ol, sən bax belə deyim. Ziya bugünkü günü niyə 9 yaşında uşağın evliliyinə tamamilə rəddiyə verir, tamamilə təkzib edir və əleyhinədir? Neçə yaş? 9 yaşında bir qız uşağının, 10 yaşında, 12 yaş, 15 yaşında bir qız uşağının nəyə görə evlənməsini məqbul görmürsən, hətta tamamilə rədd edir. Tamamilə ürf. Necə? Ürf. Yəni mentalitet və şeydə sosial duruş buna görə. Ay sağ ol. Eyni də bugünkü günün mənim də əxlaq dəyərləri formalaşdığı yer həmin o duruşdan. Yəni ki, bugünkü günün mən də sosial cəmiyyətdən formalaşdırıram. Bugünkü gün insanların baxış açısından, konstitusiya maddələrindən, vicdanından, daxili heysiyyətindən, bugünkü günün qəbul olarlar. O vicdan məsələsini keçdə xahiş edirəm. Çünki o qədər abstrakt. Abi vicdanı keçdim. Bax keçdim də qardaşım. Bax gör nə deyirəm, keçdim. Tamam, keçdim. Mən sənə deyirəm ki, insanlıq baxış açısına, insanlığa zidd olan bir şeydir. İnsanlığa tamamilə zidd olan bir şeydir. Yəni bunun üçün hər hansısa bir kitabın yazılması, burada əxlaq normalarının, prinsiplərinin hər hansısa bir kontekst olaraq, əxlaq kontekst olaraq bir kitab yazılması mənim üçün zəruri bir fakt deyil. Onsuz da mən bunun hansının nəyin əxlaqa zidd olub, nəyin əxlaqa daha çox məqbul olduğunu mən çox gözəl bilirəm. Bax, quzu kəsərəm sənə, bax. Bu hadisəyə pis demək üçün sənin əlində 2 dənə hadisə var. Ya buna sosial olaraq pis deməlisən, ya da elmi olaraq pis deməlisən buna. Düzdür? Təbii ki. Ayşə, indi mən deyirəm ki, elmi olaraq elm bu məsələnin pisliyini bizə açmır. Niyə görə? Çünki elm bizə deyir ki, qadın hez yaşına çatdıqdan sonra övlad verə bilər və bunun övlad verməsi artıq cütləşmə elmdə bir uşağın düşüncəsinin normal yetkin yaşına formalaşması hansı yaşdan? Düzdür, mən bunu sənə deyirəm ki, tibbi terminologiyada belə bir fikir aslaya bilmərsən. Amma tibbi anlamda səndən soruşuram ki, elmi anlamda sənə görə bir uşağın beyni hansı yaşda daha gözəl formalaşardı? 9 yaşda mı, yoxsa 19 yaşda mı, yoxsa 20 yaşda mı? Formalaşmağa qalsa 40 yaşda daha bomba formalaşır. Məsələ o deyil axı. Yaşa. Yəni istəsən buna elmi anlamda da baxa bilərsən, amma sosial anlamda daha rahat baxmaq olur. Yox, sən də mən də deyirəm ki, əgər sən sosial baxırsansa, 7-ci əsrdə Ərəbistanda bir adamın bu yaşda evlənməsinə pis deyə bilməzsən. Çünki o öz dövrünün sosial standartlarına uyğun davranıb. Ay yaşa. Deyə bilmərəm ki. Çünki mən də indi deyirəm ki, sənin onda həmin dinin günün bu günümüzdən uzlaşmır. Onda Məhəmmədin yaşayış tərzini tamamilə qoyur qurağa, hər kəs öz standartlarına uyğun yaşayır. Nə Qurani əxlaq çərçivəsi keçərli olur, nə Qurani yaşayış çərçivəsi keçərli olur, nə də Məhəmmədin yaşayış prinsipi mənim günümdən bugünkü gün keçərlidir. İndi deyim sənə. Peyğəmbərin sosial həyatı, sosial şeydə belə deyək, yaşadığı mühit
Təbii ki, bu günə keçərli deyil. Bunu mən də qəbul edirəm. Mən də dəvə üstündə gəzmirəm. Mən də cəmaata məktub göndərmirəm. Bu peyğəmbərin sosial həyatıdır. Bu keçərli deyil. Peyğəmbərin evləndiyi qadının yaşı. Qardaş, sən ondan təcrübə götürürsən. Qardaş, sən onu mənə savunursan. Nəyə savunuram? Sən peyğəmbərin bugünkü gün həyatını mənə savunursan. Sən peyğəmbərə bugünkü gün dil uzadanı daşqalaq eləyirlər. Bugünkü günü hər tərəfli sən bundan yaşayış qavramı, sən bundan sosial mədəniyyət götürürsən. Sən bunu sənin üçün nümunə sayılan bir insandır. Mən səninlə razıyam, bəs mən sənə onu izah elədim ki, var fərz, var müstəhəb, var mübah. Bizim özümüzə nümunə götürdüyümüz fərz və müstəhəbdir. Biz mübahdan nümunə, biz hansı adamı görmüsən ki, sən Allah dəvənin üstündə gedir ki, Peyğəmbər dəvə üstündə gəzir ki, mən də belə gedirəm. Kim eləyir? Qardaşım, fərqi nədir ki? Peyğəmbər eləyib bunu. Eləyir. Peyğəmbər, bir tık yuxarı, bir tık yuxarı. Raul, bəncə artıq burada həqiqətən yeşilləşdirək mövzunu. Çox, bilmirəm, sənin əlavə sözün var demək, yoxsa? Mənim əlavə sözlərim, mən deyəcəklərim hər bir şey dedim. Ziya, sana uzun ömür, can sağlığı arzu edirəm hər bir şey. Raul, mən səni həqiqətən tanımağıma çox şad oldum. İlk dəfədir ki, biz belə diyaloqa girdik səninlə doğrudan. Mənə çox müsbət doğrudan, xoş oldu mənim üçün. Çox sağ ol. Təşəkkür edirəm sənə hər bir anlamda. Yenə deyirəm. Mənim bugünkü günü mövzum Hayır, Raul, qapının üstündəki o ayədən utanır, qapının üstündə. Yox, bunu gör nə deyirəm, bunu göstərə bilərəm həqiqətən. Gör nə deyirəm. Zarafat edirəm ha. Yox, gör nə deyirəm, mənim bugünkü günü həqiqətən elə bir ətrafda mühitdə yaşayıram ki, abi, orada bu şəkildə bu insanların olması, mənim evimdə də bu insanların namaz qılması, mən yenə deyirəm, inancım mənə görə müsbət tərəfləri də var. İnsana bir ümid, bir motivasiya, insanın özünü meditasiya eləməsi gözəl bir şeydir. Bu insanlar da o ilə meditasiya edirlər, mən bu insanların heç vaxt şəxsi inanclarına qarışmayacam. Başa düşürsən, amma inancım mən dinin pis tərəflərini də göz önünə ağardıram, qabardıram və bunu deyim, amma tənqidi anlamda heç vaxt heç bir insanın inancını təhqir eləməmişəm, normal yanaşmışam, hörmətlə yanaşmışam və hər zaman da hörmətlə yanaşacağam. Amma yenə deyirəm ki, bu gün İslam şəriət ölkələrinin daha çoxluğu təşkil etdiyi bir nətər deyim, yerdə bir mövqedə bu şəkildə mövzular daha çox qabarıq canlanır da. Yəni biz bunu daha çox görürük. Yəni sırf bu anlamda deyirəm ki, yəni İslamda evlilik yaşı deyəndə ki, İslamda yəni bir evlilik yaşından söhbət getmir zaten. Sən dediyin çağdırsa, bugünkü gün həmin çağı da gətirib günümüzlə uzlaşanda 18 yaşa gəlib çıxır. 20 yaşa gəlib çıxırsa, 18-20 yaşa gəlib çıxırsa. Hə, günümüzlə gəlib sən uzlaşdırdığın anlamda deyirsən ki, amma həminki gün mənə görə böyük bir dəyişkənlik yoxdur. O vaxtda 9 yaşındakı uşaq, indiki 9 yaşında uşağın heç bir fərqi yoxdur abi. Yenə də heç hal fərqi yoxdur. Mən bir də çox üzr istəyirəm. Mən o verdiyim o yaşlar ki var idi ha Avropada, onun mənbəsində verim, baxmaq istəyənlər baxarlar ona. Deməli, Stefan Robertsonun Sydney Universitetinin professorudur, tarixçisidir. Stefan Robertson Age of Consent Law, evlilik yaşının, belə deyək də evlilik yaşı haqqında. Bu tarixçilik və çox ciddi elmi araşdırmaları var. Ta qədim zamandan günümüzə qədər evlilik yaşının necə təkamül elədiyi barədə bir elmi dissertasiyası var. Mənbəli, dəlilli. Baxmaq istəyəndə baxa bilər bu məsələyə. O haqqda danışdıq. Ziya, onda belə bir şey deyirəm. Bu ilə də mövzunu bağlayırıq, ümidvaram. Sən qəbul eləyirsənmi ki, o dövrün sosial tələbləri günümüzün sosial tələblərinə cavab vermir? Həminki keçmişdə yaşadılan ənənəvi olaraq davam etdirilən İslam günümüzün ənənəvi İslamçılığını qəbulunu tamamilə rədd edir. Ənənəvi İslam bu günün standartlarına %100 dənəm cavab vermir. Ənənəvi İslamdan gedirsə. Bunu qısa dedim. Bir var din, bir var dinin oxunuşu. Ənənəvi İslam din oxunuşudur, din deyil. Və o din oxunuşu günümüzün standartlarına qətiyyən cavab verir. Sən topluma, çoxluğa təbii ki, zəmin yaradan çünki çoxluq bunu nə cür qavrayıbsa, nə cür anlayıbsa, elənsəsə də ənənəvi İslamçılığın davam etdirəcəklər. 100% razıyam səndən, tam doğru. Gecən xeyrə qalsın, gözəl insan. Çox sağ ol hər şey üçün. Təşəkkür edirəm sənə. Uyğun olsaq yenə də mühattab olarıq. Təşəkkür edirəm, var ol. Mən indi buradan necə ayrıldım, sən mənə onu deyirəm. Çünki mən heç vaxt... Mən özüm ayrılaram. Təşəkkür edirəm. Getdim, sağ ol.